Salam dostlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən Ləman Qarazadə, sizin ingilis dili müəlliminiz və bu gün biz sizinlə ingilis dilindən son təkrarımızı eləyəcəyik. Əvvəldən deyim ki, videomuz uzun olacaq. Ona görə dəftərinizi, qələminizi götürün. Videoya baxmayanlar həqiqətən çox şey itirəcəklər. Çünki biz bugün bu videoda hər kəsin 4-5 ay ərzində öyrəndiyi ingilis dilini cəmi 1 saata öyrənəcəyik. Bugün bu videoda imtahana ingilis dilindən düşə biləcək hər şey, sıfırdan, reading, listening işləmə qaydaları, qrammatikalar, qrammatikadan düşən suallar, hansı hissələrə diqqət etmək lazımdır, lüğətlər, esse, bir sözlə hər şey təkrar olunacaq. Ona görə də qeyd etmək üçün, qeydlərinizi yazmaq üçün dəftərinizi, qələminizi götürün. Bugün bu 1 saatlıq video ilə hər şeyi öyrənəcəksiniz və son imtahana 3-4 gün qalarkən qeyd etdiyim yerlərə diqqət eləyərək, təkrar eləyərək imtahanda ən az 15+ yazacaqsınız. Təbii ki, söz bazası olan tələbələr, əvvəldən hazırlaşan tələbələr ümumi yekun təkrarını etmək üçün də bu videodan istifadə edə bilər, boşluqlarınızı doldura bilərsiniz. Amma heç hazırlaşmayıb, hər şeyi son 1 aya saxlayan, hətta son 10 günə, 15 günə saxlayan tələbələr də ən azından bu videoya baxaraq limiti keçəcək. Daha yaxşı hazırlaşıb, daha çox vaxt ayıran, daha çox təkrar eləyənlər isə ən azı 10 dənə yazacaq. Bəli, bunu tam əminliklə deyə bilirəm. Çünki əvvəlki təcrübələrimdə də belə bir şey olub. Ümumi təkrar videosu ilə bir neçə tələbəmiz, hətta yüzlərlə tələbəmiz, çünki bunun geri dönüşlərini tam əminliklə deyə bilirəm. Yüzlərlə tələbəmiz imtahanda limiti keçmişdi, bəziləri 15+ yazmışdı. Ona görə də yenidən belə bir video çəkməyə qərarı aldım. Gəlin başlayaq. Deməli, təkrarları sistemli şəkildə etmək üçün əvvəlcə burada sizə sıralayacağım. Nələri, imtahana nə düşür? Birinci onu yazaq. Ardıcıllıq, yəni hər section üzrə ayrı-ayrı. Sonra hər sectionın təkrarını isə əlavə qeyd edeyim. Deməli, birinci düşür listening. İmtahan bilirsiniz ki, listeninglə başlayır. Listeningdə bizim bir neçə məqam var, diqqət etməli olduğumuz, suallara yanaşmalı olduğumuz, nəyi tərcümə etmək lazımdır, nəyi yox, bunları danışacağıq. Hələ ümumi bir dənə qeyd eləyək. İkinci imtahanın əsas özəyi, əsas bal verəni bizim readinglərimizdir. Deməli, listening 5 sual, reading 10 sual. Çünki 2 dənə mətn olur və hər biri 5 sualdan 10 sual. Sonra keçirik 3-cü hissə, təbii ki, qrammatika hissəmizdir. Qrammatika hissəsindən də sadəcə bugün bu videoda düşəcək mövzuları qeyd eləyəcəm. Hətta əvvəlki illərdə hansı mövzular düşüb, son 2-3 ildə hansı qrammatikalar düşüb, hansılar düşəndə hansılar düşmür, hansı mövzular sırayla imtahana düşür, bunların da statistikasını çıxardıb bir yerdə dəqiq düşə biləcək mövzuları videonun ən sonunda sizin üçün qeyd eləyəcəm. Hansı mövzuların düşməsi bu il gözlənilir. Qrammatika ümumi 5 sual. Təbii ki, bu 5 sualın içində qrammatikaya aid olan sırf 3 dənəsi olur. 2 dənəsi leksika, lüğət bazasıdır. Həmçinin düşə biləcək o qrammatikanın içindəki, listeninglərin içindəki və yaxud da readinglərin içindəki lüğətləri də sizinlə paylaşacağam. Hansı ki, hər 3 sectionda bizim lüğətimizin, söz bazamızın artmasına kömək eləyəcək. Həmin o lüğət bazasını da sizinlə paylaşacağım. Və 4-cü isə bizdə writing hissəsidir, yəni esse. Writingdən deməli, nəyə fikir verməliyik? Ümumiyyətlə, writinglə bağlı geniş bir mövzumuz, geniş bir izahımız var. Amma writing hissədə bizim bir şablona da ehtiyacımız olur bəzən. Ümumi, yəni esse yazma qaydalarını kimsə öyrənə bilər, özü yaza bilər. Amma tam 2 bal, 2.5 ballıq sizə sonda bir şablon da təqdim eləyəcəm ki, bu şablon sayəsində əzbərləyərək, öyrənərək, boşluqları doldurmaqla minimum 2-5 bal alacaqsınız və inşallah imtahandan sonra uğurlu nəticələrinizi bu videonun rəylərində gözləyəcəm. Gəlin vaxt itirmədən başlayaq. Birinci başlayırıq listeningdən. Deməli, listening suallarında əsas biz necə işləmək lazımdır, suallara necə baxmalıyıq? Birincisi, burada 5 sual var və sualların heç biri ardıcıl səslənmir. Bunu nəzərə alın. Yəni, sualların heç birini biz orada ardıcıl şəkildə eşidə bilmərik ki, birinci sualın cavabını desin, sonra ikinci suala keçsin və s. Ona görə də biz nə edirik burada? Əgər listeningin hamısını doğru yazmaq istəyirsinizsə, ən azından 3-ünü doğru yazmaq istəyirsinizsə, suallara yarı-yarı baxın. Burada 5 müxtəlif sual tipi var. Cümlə tamamlama var, doğru variantı seçmək var, suala cavab tapmaq var və yaxud hansı sualın mətndə cavabı var, yox, bunu bilmək lazımdır. Yəni, burada 5 cür müxtəlif sual tipi var. Və biz buradan asan suallara bir, çətin suallara bir baxmaq yolu ilə, texnikası ilə işləməliyik ki, 2 dəfə qulaq asarkən bölüşdürək də hər dəfə müəyyən sayılı suallara baxaq. Məsələn, birinci sualda düşə bilər ki, cümləni tamamlayın. Baxın, bu cümlə tamamlama ən asan suallardan biridir. Əgər ola bilər biz burada bilmədiyimiz sözlər olsun, tam şəkildə tərcümə edə bilməyək və yaxud da mətndə tam şəkildə başa düşə bilməyək. Bu cümlə tamamlama bizim bir növ belə vəziyyətdən çıxardır, yəni həyatımızı xilas edir burada. Niyə? Çünki cümləni başa düşməsək də variantdan ardını izləyib tapmaq olar. Təsəvvür edin, listening başlayıb, siz sadəcə bu cümlə tamamlama sualına baxırsınız, cümləni izləyirsiniz, ardından hansı variantı deyirsə, həmin variantı işarələmək lazımdır. Burada yəni çox vaxt 90% belə deyək ki, cümlənin neynisini verir, dəyişdirilmir. Bəzən çox az bir söz və yaxud da təsdiq inkar falan dəyişmiş ola bilər, antonim falan, amma çox dəyişiklik olmur. Yəni o cümlənin ardından listeningdə nə deyəcəksə elə onu varianta qoyurlar. Ona görə də bu asan sualdır. Asan suallara bir baxmaq lazımdır, çətin suallara bir baxmaq lazımdır. Birinci dəfə asan sualları yazıb cavablandırsaq,
bizim ən azından müəyyən bir anlayışımız olacaq ki, listening nə haqqındaydı. Və ikinci dəfə qulaq asanda o çətin suallara fokuslanırıq ki, o çətin suallarda məsələn zamanı tapmaq olsun, hansı suala cavab vermək lazımdır o olsun, yəni ümumi şeylər. Burada da ikinci dəfə bunu yazırıq. Və ortada həmişə arada bəzən qalır bir sual, məsələn çətin olur, ən çətin sual. Orada da deyir hansı suala cavab var mətndə. Onu isə variantların özündən tapmaq olur. Testin variantlarının, yəni suallar arasında uyğunlaşdırmaqla, məntiqlə yazmaq olar əgər tərcümə qabiliyyətimiz normal səviyyədə varsa. Deməli, birinci asan sualları yazırıq. Asan sualların biri birincisidir, bir də ikincisi. Orada ardıcıl gəlməyə bilər, ola bilər birinci olsun, dördüncü olsun, ikinci, beşinci və s. Sadəcə siz yəni sual tipini tanıyın, cümlə tamamlama sualı asan sualdır deyə biz bunu birinci yazmalıyıq. İkinci sual tipimiz, asan sual tipimiz isə belə bir şey verəcək ki, yəni mətndə konkret bir sual verəcək və konkret o suala cavab tapmaq lazımdır. Konkret sual yazıram bura, başa düşərsiniz artıq nə deməkdir? Konkret sual nədir? Orada soruşur ki, Tom Bobla nə vaxt görüşdü? Yəni bizdən bircə dənə suala fokuslanmaq tələb olunur ki, bir dənə bunu tapın. Filankəslə niyə görüşdü? Nə vaxt görüşdü? Onların planı nə idi? O məsələn falan şeyin qiyməti nə idi? Nə bilim, onlar neçə müddətdir məsələn ev axtarırlar almağa? Belə bir listingimiz vardı, keçən imtahana düşmüşdü. Nə bilim, yəni xüsusi bir şey olur, konkret bir şey olur. Siz artıq ümumi mətni başa düşməyə ehtiyac olmur. Bir dənə və yaxud da tərəflərdən biri digərinə sual verir dialoqda ki, bu axşam məsələn mənimlə filmə gələ bilərsən. O da deyir məsələn cavab verir ki, bu gün yox, sabah gələ bilərəm, tutaq ki deyirəm. Yəni bax orada o sualı soruşa bilər ki, onunla nə vaxt filmə gələcək. Bax siz o dialoqda o tərəflərin həmin o abzasda, həmin o sualdakı hissəsinə qulaq asmalısınız ki, bu bundan nə soruşdu və bu sualın cavabı nədir? Yəni bu suallar asan suallardır. Bu ikisini birinci dəfə yazırıq. Sonra keçirik çətin suallara. İndi çətin suallar hansılardır? Məsələn, çətin suallardan biri choose the correct variant olur. Yəni doğru variantı seçirsiniz. Doğru variantı nəyə əsasən seçəcəyik burada? Doğru variantı seçirik ona görə ki, yəni bizdən soruşur ki, variantların biri mətndə olduğu kimidir. Hansı variantdır? Hansı variantısa mətndə olduğu kimi deyəcək. Amma digər 4 variantı dəyişdirir. Məsələn, adlar dəyişə bilər, rəqəmlər dəyişə bilər, saatlar dəyişə bilər, miqdar, pul, nə bilim, kilometr, ümumiyyətlə rəqəmə aid nə varsa dəyişə bilər. 2-ni 5 eləyər, təsdiqi inkar eləyər. Məsələn, 2 nəfərin adları var, adlar dəyişə bilər. Məsələn, Bobun yerinə Ted verər və s. Deməli biz burada fikir verməliyik ki, o variantlardan birini olduğu kimi səsləndirsin. Sadəcə bunu izləyib tapmaq olar. Bu da nisbətən asan, biraz da diqqət tələb edirdi, çətin sualdır. Yəni orta səviyyəli saymaq olar. Amma digər o 4-cü, 5-ci sual konkret çətin suallardır. Bunu birinci dəfə qulaq asanda və yaxud bir dəfəyə qulaq asıb yazmaq mümkün deyil. Burada nə soruşur? Deyir ki, hansı suala cavab var? Hansı suala cavab necə tapılır? Baxın, burada bizdən 5 dənə sual soruşacaq. A, B, C belə suallar qoyurlar. Hansına cavab var deyirsə, ola bilər ki, o cümlə mətndə keçsin. Ola bilər ki, o cümlə haqqında mətndə nəsə deyilsin. Məsələn, deyir ki, tutaq ki deyirəm, orada listeningdə qeyd olunmuşdu ki, keçən imtahanda düşmüşdü. Məsələn, adlar yadımdan çıxıb, tutaq ki, Emma ilə nə bilim Ted ev axtarırlar. Almaq üçün onlar ev axtarır. Susan Harry deyəsən orada. Onlar ev axtarır almağa, evlərə baxırlar və s. İndi sualda soruşur ki, onlar nə qədər müddətli ev axtarırlar. Baxın, bizdən lazım olan sual o nə qədər müddət sualına cavab tapmaqdır. Onların məsələn o cümləni görəndə bəzi tələbələr doğru götürür ki, hə də Susanla Harry bir yerdə ev axtarırdı. Amma orada bizdən soruşulan şey tamam başqadır. Məsələn, deyir ki, filankəslə filankəs nə vaxt görüşəcək? Onun görüşməyi ilə bağlı biz mətndə artıq eşidirik. Onlar görüşmək istəyir, planlaşdırır, amma bizdən dəqiq saatı soruşur. Yəni o suala cavab yoxdursa, ümumi danışılır deyə onu götürə bilmərik. Onda nə edirik burada? Birinci suala fokuslanırıq. Baxın, bu birinci gələn sözlər həmişə kim, nə, hara, nə vaxt, niyə, nə qədər müddət. Bizə lazımdır ki, bunlara cavab tapaq. Ümumi variantı oxumağa ehtiyac yoxdur. Həmişə birinci suala. When sualı gördünüz, məsələn, cümlə başlayır when-lə il axtarın. Məsələn, who gördünüz, adam adı axtarın ki, görən orada kimdənsə danışırmış, şəxs adı axtarmaq lazımdır. Məsələn, why gördünüz, because-la başlayan cümlə axtarın. Səbəb. Görək səbəb nədir? Niyə falan şey belə olub? Baxın, bizdən soruşulan şey həmin o səbəbdir. O why sualıdır. Yəni bunları qeyd eləyin ki, bizə əsas fikir verməli olduğumuz yer imtahanda bunlardır ki, bu suallara cavab tapaq. Bu deməli hansı suala cavab var sualında. Növbəti 5-ci sual isə yenə ümumi soruşa bilər ki, məsələn, mətndə ümumi aydın olan fikri tapın. Çox vaxt belə deyir, ideyanı tapın. Mətndən aydın olur ki, ideya baxımından. O biraz bu sualdan oxşardır. Orada da deyir doğru variantı tapın. Burada biraz ideya baxımından ümumi daha geniş soruşur deyə. Siz artıq bu 4 sualı yazanda orada məntiqlə onu tərcümə edib yaza bilərsiniz. Dediyim kimi bayaq da qeyd elədim, bir sual məntiqi olur. Yəni digər variantların içindən tapıb yazmaq olur. Bəzən digər variantların içində elə cavabı olur. Orada əks götürmüsənsə artıq burada bütün variantlar onun əksinə gedir. Məcbursan ki, təzadlı variant götürməyəsən və cavabı rahatlıqla tapmış olursan. Yəni baxın, listeningin işləmə qaydası budur. İndi sizə əyani bir listening üzərindən də göstərəcəm ki, suallar hansı formada olur, nələr eləmək lazımdır. Gəlin hələ ki ümumi qaydalardan danışaq, daha sonra isə keçərik deməli suallar üzərindən göstərməyə. İndi davam edirik readinglə. Readingdə işləmə qaydası nədir? Bunu bəlkə milyon dəfə demişəm, videolarımıza baxan, dərslərimizə qoşulan hər kəs bilir. Readingi qətiyyən oxuyub tərcümə eləmək olmaz. Tərcümə yəni mümkün deyil ki, tərcümə ilə yazasınız. Tərcümə olmaz. Niyə olmaz? Çünki 2 dənə mətn düşür bizə. Bir mətnin oxuyub tərcümə olunması hardasa 6-7 dəqiqə vaxt aparır. Onun 5 sualı var. O sualları oxumaq da bir 3-4 dəqiqə vaxt aparır. O sualların qayıdıb cavabını mətndə axtarmaq da ən azı, yəni ən sürətli tələbə 5 dəqiqə həll eləyər. Bir mətnə 15 dəqiqə vaxt getdi. Amma bizim imtahanda ümumiyyətlə ingilis dilinə ayıracağımız vaxt, ümumi vaxt cəmi 25 dəqiqədir.
maksimum olsun yarım saat. Ümumi ingilis dilinə. Bu 25 dəqiqə ərzində, onsuz da 30 dəqiqə deyək, bunun ilk 10 dəqiqəsi listeningə gedir. O 20 dəqiqə ərzində qalan 15 sualı tamamlamaq lazımdır. Çünki imtahan strategiyadır, vaxt bölgüsüdür. Rahatlıqla yazmış olsaydı, onsuz da hamı bu sualların cavabını oturar 1 saata, 2 saata yazar. Biz orada sürətli işləməyi öyrənməliyik. Sürətli şəkildə necə tamamlamaq lazımdır, cavabı mətndən necə tapmaq lazımdır, qrammatikanın, məsələn, suallarının hansılara necə baxırıq, listeningdə nəyə fikir veririk, sürətli şəkildə eləməliyik ki, 20 dəqiqə bu bitsin, 10 dəqiqə onsuz da bizdən asılı deyil, listeningə gedir. Yarım saata ingilis dilindən sağollaşaq və 20-25 dəqiqə informatikaya, qalan vaxtımızı isə polnu məntiqə ayıra bilək ki, bizə ən çox bal verən məntiqdir. Hər sual onsuz da burada 1 baldır. Heç kəs sizə deyə bilməz ki, bu fəndə çox yazın, o fəndə çox yazın. Sizin əsas ümumi balınızdır. Əsas odur ki, ümumi nəticəniz yaxşı olsun. Buradan ingilis dilində bilmədiyiniz bir sözün üstə qalsaz, tərcüməyə ilişsəz və yaxud da başqa vaxt aparan suallarla vaxt itirsəz, məntiqdən bəlkə rahat yaza biləcəyiniz 5-dən 6 dənə sualı itirirsiniz və o 1 bal belə sizin üçün həlledici rol oynaya bilər ixtisas seçimində. Ona görə də diqqətli oluruq ki, vaxt bölgüsündə heç bir problem yaşamayaq. Mətnləri işləməyin qaydası nədir? Qayda mövzumuza. Deməli, mətnləri 20 dəqiqə dediksə, digər 15 suala, 11-5 dəqiqəsi qrammatikaya gedir. Yerdə qalır 15 dəqiqə. 15 dəqiqəyə 2 dənə mətni necə işləmək lazımdır? Bir mətnə təxmini 7-8 dəqiqə vaxt lazım olur. Yəni 7-8 dəqiqə vaxt lazımdır ki, biz bir mətni işləyək. İndi necə eləyək? Məsələ nədir? 7-8 dəqiqədə mətn necə işlənməlidir? Sualların götürüb mətndə axtarmaqla. Baxın, birinci gəlir true false sualı, yəni doğrudur yoxsa yanlışdır. Bu sualın 4-ünə düz cavab verəndə 1 bal verir, 3-ünə düz cavab verəndə 0.5 bal verir. Biz burada nə etməliyik? Cümlələri götürüb mətndə axtarmaq lazımdır. True false sualları onsuz da elədir ki, siz orada cümləni götürürsünüz konkret. Heç tərcümə eləməyə ehtiyac yoxdur. Tərcüməsini bilmədən belə. Mətndə axtarırsınız. Əgər o cümlə mətndə varsa, deməli doğrudur. Yoxdursa yanlışdır. İnkar verilibsə yanlışdır. Antonim verilibsə yanlışdır. Yəni baxın, bunlara fikir verin. Yəni başqa bir yolu yoxdur ki, təbii ki, söz bazanız varsa onsuz da tərcümə edəcəksiniz. Mən bunu tərcümə edə bilməyənlər üçün deyirəm ki, başqa bir yolumuz yoxdur. Cümləni axtarmaq lazımdır. Açar söz tapmaq lazımdır. Cümlədə məsələn 3 dənə, 4 dənə açar söz tapıram. Yer adı, ölkə adı, məsələn zaman, tarix, şəxsiyyətin adı, hər kim varsa və ona başlayıram mətndə axtarmağa. Görürəm ki, il uyğun gəlir, adı uyğun gəlir, məkan uyğun gəlir. Fisiyoda cümlədə məni çaşdıra biləcək inkar olan, antonim olan və ya heç bir şey yoxdur, fərqli bir şey. Deməli doğrudur. Amma bircə söz dəyişirsə, inkara çevrilirsə, antonimə çevrilirsə, deməli yanlışdır. Təbii ki, burada müəyyən söz bazası lazımdır. Elə şeylər var ki, heç sinonimlərini bilmirsinizsə, təbii ki, yanlış eləmə şansınız böyükdür. Ona görə də son günlərdə heç olmasa qəbul düşən 500 lüğəti təkrarlayın. Çünki mətnlərin əksəriyyəti o sözlərdən təşkil olunur. Hətta qara hərflə yazılmış o sözlər, suallar olur. Onlar da buradan təşkil olunur, düşür. Ona görə də bu lüğətləri yaxşı-yaxşı təkrar eləyin. Bu true false sualımız. İkinci olur, məsələn, buna bir yazaq. İkinci olur cümlə tamamlama. Listeningə oxşardır biraz. Cümlə tamamlama hissəsində də çox sadədir. Cümləni axtarırıq mətndə, 100% ki, eynisi mətndə var və ardından gələn hissəni bəzən dəyişdirib yazırlar variantı. Artıq bu listening kimi eynilik təşkil eləmir. Burada cümləni tapmaq lazımdır mətndən, tapdıq. Ondan sonra baxırıq ki, ardından gələn hissə, ardından gələn cümlə hansı variantda ya eynisi ya da sinonimləri var. Biraz sinonim bilmək lazımdır bu sual üçün. Bunu da belə həll edirik. Yəni bütün mətni oxumağa ehtiyac yoxdur. Özdə burada bir məsələn müsbət tərəfi odur ki, suallar ardıcıl gəlir. Yəni mətndə yuxarıdan aşağı yavaş-yavaş true false-dan başlayıb yazsaz, elə ardıcıl şəkildə tamamlayacaqsınız. Hər dəfə başa qayıtmağa ehtiyac yoxdur. Üçüncü məsələn olur ki, dialoqda hansı suala cavab var? Bu axırıncı 10-cu sualdır. Burada seçməklə yazırıq. Məsələn 1, 3, 5. Burada bircə dənəsi səhv olsa 0 bal verirlər. Ona görə də düzgün şəkildə seçin və bu listeningin o axırıncı sualına oxşayır. Listeningdə də var hansı suala cavab var. Burada da məsələn nəyə fikir veririk burada? Birinci əsas sualları oxumaq lazımdır. Yenə bax listeningdə necədirsə burada da elədir. 5 dənə sual verir. Deyir ki, hansı suala mətndə cavab var? Siz burada oxumalısınız birinci sualı. Nə vaxt, niyə, harada, məsələn kimlə, biz nə qədər müddət, neçə kilometr. Yəni birinci sözə fokuslanmaq lazımdır ki, bunun cavabını tapaq. Ola bilər ümumiyyətlə onunla bağlı mətndə hansısa bir hissəni görmüş olasınız. Amma o cümlənin tarixi, adı, nə bilim, yeri falan bəlli deyilsə, artıq onun cavabı yoxdur. Təxmini cavabları götürməyin heç vaxt. Məsələn, who sualı verilibsə, kim sualı? Burada dəqiq insan adı olmalıdır. When sualı verilibsə, burada dəqiq zaman olmalıdır. Da nə bilim, çox illər əvvəl, nə bilim, eramızdan əvvəl, məsələn, əsrlər əvvəl belə şeylər cavab ola bilmir. Nə vaxt deyirsə, nə vaxtda konkret il versin. Kim deyirsə, şifahi şəkildə yaranıb deyirsə, məsələn, fikirləşə bilməsə də şifahi yaranıb, xalq yaradıb falan. Kim deyirsə, konkret müəllifi olmalıdır. Nə bilim, yer deyirsə, məsələn, dəqiq ölkə adı olmalıdır, bildirməlidir harda. Təbii ki, qitələr falan cavab ola bilər, Avropada falan şey olub, Asiyada falan şey olub, amma yenə də belə tərcih eləyərik ki, türklər demiş, əsas yer adı olsun. Bu növbəti sualımız. Sonra məsələn konkret bir suala düşür ki, falan şey niyə belə olmuşdu? Məsələn, o listeningdəki sual kimi. Orada da yenə axtarıb tapmaq lazımdır. Cümlənin özünü mətndən, yəni başqa bir qaydası yoxdur. Mətn işləməyin əsas qaydası budur. İndi dediyim kimi hamısını real nümunə üzərindən göstərəcəm. İndi gəlin əsas məsələ qrammatikaya keçək. Qrammatikadan nə var, nə yox? Qrammatikadan ümumiyyətlə imtahana düşən mövzular hansılardır? Həmin mövzuları indi sizin üçün sıralayıram.
və qrammatikadan hər bir mövzunun kiçik qeydlərini yazıram sizə və bu qeydləri özünüz üçün də götürün, son günlərdə təkrar eləyəsiniz deyə. Birinci imtahana düşən əsas mövzu əvəzlikdir. Əvəzlik imtahanın vazkeçilməz mövzusudur. Bu ilki qəbula baxın, orada da nisbi əvəzlik düşmüşdü. Keçən ilki qəbulda təyin əvəzlik düşmüşdü. Keçən ilki qəbulun birinci şansında yenə nisbi əvəzlik düşmüşdü. 2024-ün qəbullarının ikisində də əvəzlik var idi. Yəni əvəzlik çətin deyil, sadəcə növləri çoxdur deyə biraz qarışıq mövzu hesab olunur. Ona görə buradan həmişə sual düşür. Yəni nəzərə alın ki, bir sualınız əvəzlikdəndir, əvəzliyi təkrar eləyin. Əvəzliyin 11 məna növü var. İndi təbii ki, geniş danışacağım haqqında. Hamısı düşmür imtahana, 5 məna növündən düşür. O 5-ni də təkrar eləyib əzbərləsəz, təki 1, cəmi 1 və salam. Elə də çətin bir şey yoxdur. Birinci əvəzlik oldu. İkinci gəlir modal feillər. Modal feillərdən imtahana sual bu ildə düşmüşdü. Sual cümləsinin tərkibində. Have to, has to modal feilinin sual inkarı necə düzəlirsə, onunla bağlı sual var idi. Üçüncü mövzumuz zamanlardır. Zamanlar mövzusundan demək olar 100% hər il sual var. Bir dənə keçən il birinci şansda olmayıb, 2025-də. Amma hər il demək olar ki, bir sual 100% zamanlar olur. Bu ilki qəbulda da var idi. Təbii ki, yenə də zamanlardan sual düşəcək. Ona fikir verin. İkinci negativlər, yəni inkar cümlələr, inkarların sualı demək olar ki, 2 ildən bir ildən bir təkrarlanır. Keçən il var idi, bu il birincidə olmadı, ikincidə 100% olacaq negativ cümlə. Ona görə də bu mövzunu qəşəng təkrarlayırsınız. Növbəti imtahana düşən mövzu interogativdir, yəni sual cümlələri. Baxın, bu il modalla sualın qarışığı düşmüşdü. Modal feillərin cümlədə sual versiyasını salmışlar imtahana. Ona görə interogativi də qəşəng təkrarlayırsınız. Altıncı, məsələn, düşüş söz önləri. Düzdür, söz önü qrammatika sayılmır. İndi onu lüğət hissəsində deyəcəm və sonunda PDF-ləri göndərəcəm Telegram qruplarına. Oradan əzbərləyəsiniz deyə. Hələ ki söz önü saxlayaq. Məsələn, passive voice düşür imtahana. Məhsul növ. Məhsul növdə belə deyək, proqramda adı olan mövzulardandır. Amma bu il və keçən il yox idi. Ondan əvvəlki il bir dənə sual olmuşdu. Ona görə də siz sadəcə necə düzəlməsini, yəni əsas yerlərini yadda saxlayın. İnşallah imtahana düşməz, amma düşsə də digər mövzularla da əlaqələndirib yazmaq mümkün olur. O qədər də çətin bir mövzu deyil. Sonra məsələn, imtahana düşən mövzulardan bağlayıcılar var. Bağlayıcıların elə bir qaydası yoxdur. Sadəcə bağlayıcıları əzbər bilmək lazımdır ki, tək hansıdır, cəm hansıdır, inkar hansıdır, təsdiq hansıdır və salam. Bağlayıcıları bilsək, yəni bizə bəs eləyir. Başqa imtahana düşən mövzulardan demək olar ki, sual, inkar, zaman, modal, əvəzlik və salam. Elə əsas olanlar bunlardır. Bir də cümlə tamamlama düşə bilir, bəzən düşür o da, həmişə düşmür. Cümlə tamamlama qaydasının da bəzi xırda şeyləri var və bu qayda cümlə tamamlama qaydası digər mövzularda öyrəndiyimiz şeylərdir. Yəni orada artıq biz biliriksə cümlənin necə nəqli söz sırası necədir, necə tamamlamaq lazımdır, zaman uzlaşması nədir, əvəzlik harda tək gəlir, harda cəm gəlir. Onsuz da onları biliriksə, heç bir ehtiyac olmur o mövzunu öyrənməyə. Amma yenə də ümumi öyrəndiklərimizi təkrar eləyə bilərik. İndi gəlin bir şey deyim burada. Əvəzliklə modalların arasında belə bir şey var. Bəzən o kəmiyyət bildirən sözlər, baxın, kəmiyyət bildirən sözlər quantifiers bölməsi. Many, much, so, such, little falan. Bunlar əvəzliyin daxilində düşə bilir. Əvəzliklə qarışıq ola bilər. Ona görə yəni tövsiyə eləyərdim ki, bu quantifiers bölməsinin də izahına ayrıca baxasınız. 5-10 dəqiqəlik bir videodur. O da YouTube kanalımda var. İstəsəz axtarıb ona da baxa bilərsiniz. Sadəcə təki cəmi öyrənmək üçün. Yəni bununla da artıq əvəzlik bölməsinə aid hər şeyi keçmiş olacaq, öyrənmiş olacaq. İndi isə gəlin hər biri haqqında qısa qeydlər yazaq. Dediyim kimi video uzun olacaq. Yəqin ki sıxılmırsınız. Sadəcə qeydləri götürün. Bu son günlər bunları təkrar eləmək lazımdır. Və bu şans bizim son şansımızdır. Bu imtahan bizim son şansımızdır. Növbəti ildən artıq speaking olacağı gözlənilir. Çalışaq ki, bu il hamımız qəbul olaq. Ən azından az ballı belə yığsaq, yəni normal ixtisaslarda qəbul olub oxumalıyıq. Çünki genəldən sistem dəyişəcək və çətin olacaq yeni sistemə öyrəşmək. Ona görə də bu il qəbul olmağa çalışın. İndi yorula bilərsiniz, bezə bilərsiniz, amma özünüzü motivasiya eləyin ki, artıq son bir həftə qalıb, 5 gün qalıb, 4 gün qalıb, hər nə vaxt bilmirəm, baxacaqsınız videoya. Yəni ümumiyyətlə bu son günlərdən səmərəli istifadə eləyin ki, sonra peşman olmayaq. İndi qeydlərimizi götürməyə başlayırıq. Birinci gəlir əvəzlik bölməsi. Əvəzlikdən imtahana nələr düşə bilər? Əvəzlikdən imtahana düşə bilər məna növlərindən nisbi əvəzliklər. Nisbilərini də yazıram sizin üçün. Nisbi əvəzliklər hansılardır? Deməli, who, whom. Baxın, bu yazdıqlarımdan başqa nisbi əvəzlik yoxdur. Bəzən uşaqlar burada qarışdırır, when, what və s. Onlar nisbi deyil. Who, whom, whose, which. Və bir də zət bağlayıcısı mı deyim, əvəzliyi mi deyim, belə bir şey var. Bu demək olar çoxunu əvəz eləyir. İndi gəlin bunların qaydasına baxaq, onu da ətraflı deyəcəm birazdan. Nisbi əvəzlik nədir? Nisbi əvəzlik cümlədə feili sifət yaratmaq üçün lazım olur bizə. Yəni cümlədə bu əvəzliklərin yerini boş qoyacaqlar və özündən əvvəl bir isim gələcək. Bu ismin canlı cansız olmağına görə də biz bu əvəzlikləri qoyacağıq. Əgər cümlədə əvvəldə canlı isim gələrsə, orada who olacaq. Canlı isim gələrsə orada hum olacaq və canlı isim gələrsə orada huz olacaq. Amma cansız isim gələrsə nöqtədən əvvəl, yəni boşluqdan əvvəl, orada which bir də zət olur. Tələsik yazdığıma görə sözləri də səhv yazıram. Üzrlü sayın, siz yəqin ki doğru versiyaları qeyd edirsiniz. Deməli, burada nəyə baxırıq? Dedik canlı cansız olmağına. Əgər nöqtədən əvvəl gələn isim canlıdırsa, o zaman who olur. Yaxşı, hum da olur, huz da olur. Bunu necə fərqləndirək? Özündən sonra xəbər gələn whodur. Özündən sonra əvəzlik gələn humdur. Özündən sonra isim gələn isə huzdur. Bax, bunu yadda saxlayın. Keçən ildə, bu ildə bununla bağlı imtahana sual düşmüşdü. Elə 2026-nın fevral qəbuluna baxsaz, görərsiniz ki, bununla bağlı sual var idi orada. Deməli, canlı isim özündən sonra xəbər gəlirsə, aradakı boşluqda who olmalıdır. Əvəzlik gəlirsə hum olmalıdır. Canlı isimlə isim arasında isə huz işlənməlidir. Amma cansız gələndə, bax, buradakı ismin fərqi yoxdur.
İkinci söz xəbər də ola bilər, isim də ola bilər. Heç bir fərqi yoxdur. Cansız olda təkcə which-lə zət qoyuruq. İndi bir şey deyim. Buradakı zət bəzən who-nu da əvəz eləyə bilər. Yəni zət elə bir şeydir ki, hamısının yerində işlənə bilir. Who-mu da əvəz eləyə bilər. Gördüyünüz kimi which-in özünü də əvəz eləyə bilər, işlənə bilər. Bir dənə yadda saxlayın ki, who's-un yerində işlənmir. Yəni variantların hamısında demək olar ki, işlənir, əvəz eləyir. Bir dənə who's-u əvəz eləmir. Bu bizim nisbə əvəzlik qaydamız oldu. Bundan demək olar ki, başqa bir bilməli olduğumuz vacib bir şey yoxdur. İkinci deməli əvəzliyimiz gəlir növbəti inkar əvəzliklər. İnkar əvəzlikləri yazaq. Hansı inkar əvəzlikləri tanıyırıq? Məsələn, no. Daha sonra none. Sonra gəlir neyzə? Sonra isə not inkar hissəciyindən danışacaq. Bu əvəzlik deyil, inkar hissəcikdir. Burada nəyə fikir veririk? No'dan sonra birbaşa isim gəlməlidir. None'dan sonra heç vaxt isim gəlmir. Ancaq of gələrsə isim gəlməlidir. Yəni birbaşa heç vaxt isim ola bilməz. Neyzədən sonra isə fərqi yoxdur. Of gəlsin, isim gəlsin. Yəni burada fərq eləmir. İsim tək də olar, cəm də olar. Not isə inkar hissəcikdir. Biz bunu köməkçi feillərə artırırıq. Məsələn, bu tərəfindən yazım. Is köməkçi feilinə, are köməkçi feilinə, do'ya, does'a, did'ə və s. Bu şəkilçi kimi bu sözlərə artırılır. Is not, are not, don't, didn't və s. Bu formada işlənir. Müstəqil şəkildə işlənə bilməz. İndi no dedik ki, özündən sonra isim gəlməlidir. Yadda saxlayın, no'dan sonra heç vaxt of gəlmir. Bunu yadda saxlayın. Harda no'dan sonra of gördüysə bilin yanlışdır. No'dan sonra an artiklı işlənməz. Harda gördüysə bilin ki, yanlışdır. Birbaşa isim olmalıdır. None'dan sonra isə heç vaxt birbaşa isim olmur. Of gələrsə isim gəlməlidir. Necə dediyim kimi fərqi yoxdur. Bu da oldu bizim inkar əvəzliklərimiz. İnkar əvəzliklərdən bir dənə demədiyim nə qaldı? No və onun törəmələri. Məsələn, no'nun törəmələrindən nobody var. Sonra no one var. Bir də nothing var. Baxın, bu törəmələrdən sonra törəmələrin hamısının bir dənə xüsusiyyəti var. Heç birindən sonra of gəlmir, article gəlmir, isim gəlmir və bunun heç biri olmur. Və həmişə xəbəri təkli olur. Bunu yadda saxlayın. Burada xəbər demişkən, none-la neyzənin tərcüməsi heç biri deməkdir. Heç biri. Burada none 3+ şəxs arasında işlənir. Neyzə 2 nəfər arasında işlənir. Bu 2 nəfərdir, bu 3+ nəfərdir. Yəni fərqi bir dənə budur. Hər ikisinin tərcüməsi də heç biri deməkdir. Və hamısının xəbəri təkli olur. Ümumiyyətlə yadda saxlayın ki, nəyin tərcüməsində bir sözü varsa onun xəbəri tək olur. Yəni sinifdə çox adam ola bilər, danışdığım əşyalar çox ola bilər, amma mən deyirəmsə ki, onlardan heç biri, deməli o bir sözünə görə xəbər həmişə təkli olmalıdır. No'nun xəbəri isə ismindən asılıdır. Tək olarsa tək, cəm olarsa cəm olmalıdır. Törəmələrin də hamısının xəbəri həmişə təkli olur. Buradan yazıram, xəbər tək olur. Həmişə törəmələrdə xəbər tək olur. Çünki kimsə bir adam, bir nəfər, nəsə bir şey, tərcüməsində hamısının bir sözü var. Keçirik növbəti inkar əvəzliyimizə. Deməli, inkarları, daha doğrusu növbəti məna növünə keçirik. İnkar əvəzlikləri dedik, nisbə əvəzlikləri dedik. İndi gəlir qeyri-müəyyən əvəzliklər. Qeyri-müəyyən. Deməli, qeyri-müəyyən əvəzliklərimiz 2 dənədir. 2 dənə qeyri-müəyyən əvəzliyimiz var. Biri some'dır, biri də any'dir. Bunların ortaq bir dənə xüsusiyyəti odur ki, ortaq xüsusiyyəti. Hər ikisindən sonra ya cəm isim gəlir, ya da sayıla bilməyən isim gəlir. Ortaq xüsusiyyəti budur. Ya cəm isim olsun, sayıla bilən, ya da sayıla bilməyən tək isim gəlsin. Bunların bəs fərqi nədir? Eyni inkarda və sual cümlələrində işlənir. Some isə təsdiq cümlələrdə işlənir, ancaq təsdiq də olmalıdır. Bu bunların fərqidir bir-birindən. Daha sonraki bir xüsusiyyəti odur ki, hər iki bağlayıcının həmçinin törəmələri də var. Məsələn, yəni some'dan sonra bəzi sözlər birləşib törəmələr yarada bilər. Something, somebody, somewhere və yaxud da someone. Düzü, somewhere çox işlənmir deyə. Onu bəzən görməyə bilərsiniz. Eynisi any üçün də var. Anything, anybody və deməli anyone. Bu törəmələrin hamısının ortaq bir xüsusiyyəti nədir? Bayaqki törəmələr kimi. Hansı ki yazmışdıq inkar törəmələri, no'nun törəmələri. Heç birindən sonra yenə of gəlmir, an artiklı gəlmir, isim gəlmir. Yəni bunların hamısının ortaq xüsusiyyətidir. Hamısı cümlənin əvvəlində işlənə bilər, bəzən də ola bilər ortasında falan da işlənsin. Və hər birinin xüsusiyyəti odur ki, isim of gəlməsə belə xəbəri həmişə təkli olmalıdır. Yadda saxlayırsınız ki, bütün törəmələrin xəbəri həmişə tək olur. Buradan qeyd edirəm, siz də yazın özünüz üçün. Bütün törəmələrin xəbəri həmişə tək olur. Tək xəbərləri də indi sizin üçün qeyd edəcəm. Həmişə tək olur. Məsələn, bu da bizim qeyri-müəyyən əvəzliyimiz. Yəni, some, any 2 dənə qeyri-müəyyən əvəzliyimiz oldu. Some təsdiqdə, any inkarda işləndi. Törəmələrdən sonra of gəlmədi, isim gəlmədi, xəbəri həmişə təkli oldu. Hər ikisindən sonra həm cəm isim, həm sayıla bilməyən isim gələ bilər. Any ilə some'dan danışırıq. Və salam. Bunların bir istisnası odur ki, bəzən any təsdiqdə işlənə bilər, some isə sualda işlənə bilər. Bu nə vaxt olur? Any təsdiqdə nə vaxt işlənir? Əgər any'nin tərcüməsi istənilən olarsa, o zaman o təsdiqdə işlənə bilər. Some'un da tərcüməsi bəzi olanda, bəzi tərcüməsi verirsə, onda da inkarda işlənə bilər. İnkarda. Bunları qeyd edin. Deməli, some'un bəzi tərcüməsi, any'nin isə istənilən tərcüməsi olarsa, bir-birinin əksi olaraq biri inkarda, biri isə təsdiqdə işlənir. Və sual cümlələrində də bəzən some işlənir. Əgər sual cümləsi can, could, would, may ilə başlayarsa, would və may ilə başlayarsa, yəni bu sözlərlə başlayırsa və təklif, xahiş, istək bildirərsə, o zaman some
sual cümləsində də işlənə bilər. Yəni samdan sonra bunlar işlənə bilər. Məsələn, nümunə deyim. Deyir, would you like some tea? Biraz çay istərdinizmi? Əslində orada sual cümləsi də eyni olmalıdır, amma cümlə would ilə başlayırsa, can, could, may ilə başlayırsa, some sual cümləsində işlənə bilər. Vəssalam, bu da oldu bizim qeyri-müəyyən əvəzliklərimiz. İndi gəlin keçək, növbəti əvəzliyimiz təyin əvəzliklərdir. Ən çox imtahana düşən əvəzliklərdən biridir. Təyin əvəzliklər. Hansı əvəzliklərimizdir? Bunları gəlin tanıyaq. Deməli, birinci oldu. Daha sonra adlarını yazım, daha sonra xüsusiyyətlərini qeyd edəcəm. Both'dur, each, every, sonra either, daha sonra other əvəzlikləri və bunların artikellı versiyası. Bunlar bizim təyin əvəzliklərimizdir. Təyin əvəzliklərinin funksiyaları hansılardır? Bunlar iki yerə bölünür. Təyin əvəzlik olduğuna görə adında təyini, yəni adından bilmək olur. Özündən sonra isim gəlir. Özündən sonra nə isə təyin edir, hansısa bir ismi təyin edir. Və bəzən isə isim gəlməyənlər də var. Məsələn, all'un 2 dənə funksiyası var cümlədə. All bir mübtədə ola bilər. Mübtədə funksiyası. Bir də təyin ola bilər. Əgər mübtədədirsə, o zaman yenə iki yerə bölünəcək. Canlı və cansızı bildirməklə. Canlı, cansız. Deməli, canlını bildirsə, tərcüməsi olur hamı. Cansızı bildirəndə tərcüməsi olur hər şey. Cansızı bildirəndə həmişə təkdə olmalıdır. Canlını bildirəndə həmişə cəmdə olmalıdır. Bunu yadda saxlayırıq. Təyin funksiyasında təyindirsə, özündən sonra isim gəlməlidir. Təyin elədiyi isim olmalıdır. Bu isim təkdə ola bilər, cəm də ola bilər. Daha ismin təkinə cəminə görə də xəbəri təyin edirik. Baxın, bu cümlədə olum funksiyalarıdır. İki funksiya da olur, mübtədə və xəbər. Tez buradan sizə bir nümunə də yazım, qaranlıq qalmasın. Deməli deyirəm, all are ready. Hər kəs hazırdır. Baxın, bu mübtədə funksiyasıdır. Özündən sonra xəbər gəldi və hamı mənasında işlənib deyə xəbəri cəm oldu. Ya da deyirəm, all is, məsəl olsun, okay, hər şey qaydasındadır. Yenə mübtədə funksiyasındadır. Özündən sonra xəbər gəlib, amma bu dəfə təkdə gəlib, çünki cansızı bildirir. Amma isim gələndə isə özündən sonra təyin funksiyasında isim olmalı. Deyirəm, bütün kitablar. Onda özündən sonra ya cəm isim gəlir, ya da sayıla bilməyən isim. Deyirəm, bütün suyun hamısı. Yəni ya cəm olmalıdır, ya da sayıla bilməyən olmalıdır. Sayılan tək ola bilməz. Məsələn, all book ola bilməz. Onda deyirik, tək isim yalnız sayıla bilməyən təkdir. Cəmdə onsuz da cəmdir. Vəssalam. Keçirik digər əvəzliyimizə. Təyin əvəzliklərimizdən biri both'dur. Both'un tərcüməsi hər ikisi deməkdir. Hər ikisi. Ona görə cəm isim gəlir özündən sonra həmişə. Yəni bundan sonra heç vaxt tək gəlməz. Həmişə cəm isim gəlir. Xəbəri də buna görə cəm olur. İki əşyadan, iki şəxsdən danışdığımıza görə elə bir ciddi qaydası yoxdur. Yadda saxlayın, həmişə təsdiq cümlədə işlənir. Ancaq təsdiq inkarda işlənməz. Sonra keçək digər əvəzliklərimizə. Burada 3 dənə əvəzlik var. Every, each və either. Bax, bu əvəzliklərin funksiyası nədir? Və bunların ikisinin tərcüməsi hər biri deməkdir. Hər biri. Every'dən sonra heç vaxt of işlənə bilməz. Bunu yadda saxlayırıq. İçdən sonra isə of gələ bilər. Özündən sonra cəm isim gəlmək şərti ilə. Amma normalda hər ikisindən sonra, hətta hər üçündən sonra tək isim gəlməlidir. Bir dənə of gələndə içdən sonra cəm isim gəlir. Amma normalda özündən sonra həmişə təkdə olan isim gəlir. Həmişə tək isim gəlir. Və heç vaxt isimsiz işlənə bilməz. Bunu yadda saxlayın. Özündən sonra həmişə təkdə olan isim gəlir. İstisna bir dənə of gələrsə cəm gələ bilər içdən sonra. Every'dən sonra of gəlmir deyə belə bir şey yoxdur. Either'dən sonra da of gələ bilər. Özündən sonra cəm isim gələ bilər. Normalda birbaşa işlənirsə tək gəlir. Burada da fərqi yoxdur. Amma baxın, bunun üçünün də xəbərləri həmişə təkdə olur. Xəbərləri həmişə təkdə olur. Niyə? Çünki bunların tərcüməsində bir sözü var. Hər biri. Either'ın da tərcüməsi ikisindən biri deməkdir. İkisindən biri. Deməli, bir sözü olduğuna görə, baxın, yadda saxlayın, xəbər həmişə təkdə olmalıdır. Sonra keçək digər əvəzliyimizə. Digər əvəzliyimiz deməli other əvəzliyidir. Bunun bir dənə də belə artikellı versiyası var, other əvəzliyi. Nədir bunların fərqi? Ümumiyyətlə, bu əvəzlilərin elə bir ciddi fərqi yoxdur. Özündən sonra həmişə ya cəm isim gəlir bunların, ya da sayıla bilməyən isimlər gəlir. Bilməyən. Ya sayıla bilməyən tək gəlir, ya da cəm isim gəlməlidir. Özündən sonra sayılan tək isim gəlməz. Təsdiq inkar məsələsində heç bir fərqi yoxdur. Hər iki cümlədə işlənə bilər də, yəni hər iki növ cümlədə işlənir. Bunların bir dənə də an artikellı versiyası var, an other. Özündən sonra sayılan tək isim gəlməlidir həmişə. Çünki buradakı an artikeli göstərir ki, isim sayılan olmalıdır. Vəssalam. Bu da oldu əvəzliyimiz. Bir dənə burada kiçik bir fərq, məsələn, burada niyə artikel var birində, amma birində yoxdur? Fərq nədir? Bir isim haqqında ilk dəfə danışıramsa, ilk dəfə, onda other olur. Amma artıq ikinci dəfə danışıramsa, ikinci dəfə, onda qabağına artikel qoymalıyam. Artikelin tərcüməsi həmin deməkdir. Müəyyən bir şeyin qabağına qoyulur. Bir isim haqqında 2 dəfə məlumat vermişəmsə, o artıq müəyyəndir. Müəyyənlik olan bir şeyin də qabağına təbii ki, müəyyənlik artikeli işlənməlidir. Və bunun fərqi də budur. Vəssalam, bununla da əvəzlik bölməsi bitdi. Təyin əvəzlikləri dedik, qeyri-müəyyənləri dedik, inkarları dedik, nisbiləri dedik. Vəssalam, başqa demək olar ki, heç bir əvəzliyimiz qalmadı. İmtahana düşən əvəzliklər. Təbii ki, 11 məna növü var, amma biz ancaq imtahana düşənləri öyrəndik. İndi keçək digər mövzumuz. Dediyim kimi, yenə bu əvəzliklərin içində elə o quantifiers bölməsində qeyd eləyək. Qısaca bir şeydir. O da bizə problem yaratmasın. Many, much, few və little.
Baxın, bunlardan hansından sonra nə gəlir? Manydən sonra həmişə cəm isim olmalıdır. Muchdan sonra sayıla bilməyən tək olmalıdır. Few cəm olmalıdır, little tək olmalıdır. Muchın tərcüməsi çoxdur, many'nin də tərcüməsi çoxdur. Few'nun, little'ın tərcüməsi az deməkdir. Amma bunların qabağına article qoyanda bunun tərcüməsi olur bir az. Qabağında bir söz olduğuna görə bir az olur. Məsələn, a little olanda da qabağında a article varsa orada da tərcümə olur bir az. Bu şəkildə. Bir də a lot of var, hər ikisindən işlənir. A lot of və yaxud da lots of. Lots of. Bunlardan da sonra həm cəm isim gələ bilər, həm də tək isim gələ bilər. Fərqi yoxdur. Fərqi odur ki, sayılan tək olmaz, sayılmayan tək olmalıdır və yaxud da cəm isim olmalıdır. Bunları da artıq özünüz başa düşəcəyiniz formada qeyd eləyin. Başqa much more, məsələn more var, bir də most var. Bunlar sifətin dərəcəyə düşmüş halıdır əslində. More, most. Bunlardan da sonra həm cəm gələ bilər, həm tək gələ bilər. Elə bir fərqi yoxdur. Sonra biz burada nəyi öyrənməliyik? So və saçın fərqini öyrənək gəlin. So'nun da tərcüməsi, əslində bu ikisinin də tərcüməsi elə belə deməkdir. Bunların fərqi nədir? So'dan sonra ancaq sifət gəlir və yaxud da zərf gəlir, amma saçdan sonra həmişə isim gəlməlidir. Bunu yadda saxlayın. Məsələn, deyirəm so nice, elə qəşəngdir ki. Bir də deyirəm such a lesson, elə dərsdir ki, hər şeyi öyrənirik. Baxın belə. Başqa bir qeyd edəcəyimiz bir şey qalmadı əvəzlik bölməsindən. İndi gəlin keçək digər mövzumuza. Digər mövzumuz olacaq modal feillər. Modal feillər hansılardır? Mən yenə sizin üçün ancaq imtahana düşənləri qeyd edəcəm modal feillərdən. Deməli, birinci modal feilimiz, modal feilləri əvvəlcə sıralayaq gəlin. Can modal feili, bilmək, bacarmaq, keçmiş zamanı olur kult. Sualı və inkarı özü ilə düzəlir. Hansının ki özü ilə düzəlir, qabağına beləcə özü sözünü yazacağam, siz başa düşərsiniz artıq. Can və kult, indiki zaman, keçmiş zaman. Tərcüməsi bilmək, bacarmaqdır, sualı inkarı isə özü ilə düzəlir. İkinci modal feilimiz may modal feilidir. Keçmiş zamanı might'dır. Olarmı, bilərmi, mi tərcüməsi verir. Bunun da sualını, inkarını özü ilə düzəldirik. Daha sonra must modal feilidir. Keçmiş zaman forması yoxdur. Malı, məli tərcüməsi verir. Bunun da sualı, inkarı özü ilə düzəlir. Daha sonra need modal feilidir. Need'in də keçmiş zaman forması yoxdur. Bunun da sualı, inkarı özü ilə düzəlir. Tərcüməsi də ehtiyacı olmaq lazım. Belə bir tərcümə veririk. Daha sonra should modal feilidir. Should'un da tərcüməsi gərək deməkdir. Keçmiş zaman forması yoxdur. Bunun da sualı, inkarı özü ilə düzəlir. Bunun bir sinonimi ought to modal feilidir. Özündən sonra to işlənir. Keçmiş zaman forması yoxdur. Sualı, inkarı yenə özü ilə düzəlir. Yəni sualda bunların hamısını cümlənin əvvəlinə qoyuruq. İnkarda da not artırırıq. Əlavə köməkçi feildən istifadə olunmur. Özü ilə düzəlmək budur. Və gəldik əsas məsələyə. Baxın, bu modal feillərin have, has və had. Bunlardan sonra həmişə to işlənməlidir. Have to, has to, had to modal feili. Bunların sualı, inkarı heç vaxt özü ilə düzəlmir. Had to'nun sualı, inkarı do ilə düzəlir. Has to'nunki does ilə düzəlir. Had to'nunki isə did ilə düzəlir. Have to, has to, had to, do, does, did. Köməkçi feillərdən istifadə edirik biz bunların sualını düzəldərkən. Və yadda saxlayın. Özündən sonra həmişə to gəlir hər birinin və heç vaxt bu to ilə ayrıla bilməz. Arasına söz girə bilməz. Bunu həmişə yadda saxlayın. Bu bizim əsas modal feillərimizdir. Tərcümələrində falan heç bir fərq yoxdur. Modal feilləri testlərdə işləyərkən əsas bir dənə qaydanı bilmək lazımdır ki, modal feilin özündən sonra to gəlir yoxsa yox, bir də sualı, inkarı özü ilə düzəlir yoxsa köməkçi feil gəlir. Bir də zamanlarına fikir verin. Cümlədə was verirsə, məsələn, burada keçmiş zaman qoymalısınız. İndiki zaman verirsə, indiki zaman qoymalısınız. Şəxsə görə dəyişmir modal feillər, zamana görə dəyişmir. Bir dənə zamana görə dəyişən baxın bunlardır. Bir də hansının ki burada keçmiş zamanını yazdım, bunlar dəyişir. Might-dan kult və salam. Başqa heç birinin zamana görə məsələn es qəbul eləməsi falan belə bir şeylər yoxdur heç birində. Ancaq dediyim kimi bu hissələri yəni bilsəz sizə kifayət edir. Bir də əsas nəyə fikir verin? Gördünüz ki, hamısı təsdiqdə verilib, biri inkarda verilib, deməli cavab inkardır. Və yaxud əksinə, gördünüz hamısı inkardadır, tərcümə edə bilmirsiniz. Biri təsdiqdədir, onda təsdiqi götürün. Təbii ki, bu qrammatik şərtləri ödəyirsə, ödəməsən mümkün deyil, yəni elə bir şeyə baxmaq. Bu da oldu modal feillər. Növbəti videomuz, daha doğrusu növbəti qaydamız, qrammatika mövzumuz olacaq. Modal feillərdən sonra zamanlar gəlir. Zamanlar. Zamanlar hamının yaralı yeridir. Zamanları işləyə bilmirəm, zamanları tapa bilmirəm. Nə etmək lazımdır? Zamanlarda əsas işləmək istəyirsinizsə zaman testlərini 3 dənə qaydanı bilməlisiniz. 1. Uzlaşmanı bilmək lazımdır. Uzlaşma nəyə əsasən keçirilir? 2. Deməli, bağlayıcıları tanımalısınız. Bağlayıcılar hansılardır və bağlayıcılardan sonra nə gələr, nə gəlməz? 3. Deməli, bilməlisiniz zaman zərflərini. Zamanların zərfləri. Video çox uzun olduğuna görə yəqin ki, bunu indi ən azı 1.5x-dən 2x-dən yığdırıb yükləyəcəm sizə. Ola bilər ki, bəzi hissələrdə sürətli danışmış olaram, başa düşməzsiniz videonu yığdırdığıma görə. Siz dayandırıb bunların hamısını qeyd edin, çünki zamanlardan bir sual 100% düşəcək və bunları bilməsəz zamanları işləyə bilməzsiniz. Dedik ki, birinci uzlaşmanı bilmək lazımdır. Uzlaşma nədir? Gəlin baxaq. İngilis dilində sizə zamanlar testi düşərkən sadə bir cümlə tərkibində düşmür ki, siz onu rahatlıqla zamanını tapıb yazasınız. Ən azından 3, ən yaxşı halda 3 və ən pis halda 4-5 cümlə şəklində mürəkkəb bir test veriləcək və deyəcək ki, bu cümlələrin hamısını zamanını bir-birindən uzlaşdırın. Siz burada nə etməlisiniz? Biz hələ ki ən sadə versiyasından gedək, yəni 2 cümlə. Deməli 2 dənə cümlə verilsə, baş cümlə olur, budaq cümlə olur. Ola bilər 3 dənə cümlə olsun, fərqi yoxdur. 2 dənə budaq olsun, fərqi yoxdur. Əsas odur ki, baş cümlə və budaq cümləni bir-birindən ayıra bilək. Nə edirik bunu ayırıb, nəyimizə lazımdır? Əgər başı budaqdan ayıra biliriksə, deməli bağlayıcını, uzlaşmanı falan təyin edə biləcəyik. Yadda saxlayın. Əgər məsələn A variantı baş cümlə olsa indiki zamanda, onda budaq cümlə olacaq indiki zamanda.
Əgər baş cümlə olsa keçmiş zamanda, budaq cümlə də olacaq yenə keçmiş zaman. Bunu ayıraq keçmiş zamanda. Əgər baş cümlə olsa gələcək zaman, artıq burada dayanırıq. Budaq cümlə heç vaxt gələcək ola bilməz. Budaq cümlə olmalıdır indiki zaman. Bu nə deməkdir? Sizə 2 dənə cümlə verilir. Cümlənin biri baş olur, biri budaq olur. Baş cümlə əgər indiki zamanda verilirsə, baş cümləni budaq cümləni necə fərqləndiririk? Baxın, bu başla budaq cümləni bir-birinə bağlayıcılar bağlayır. Bağlayıcıdan başlayaraq bu biri tərəf həmişə budaq cümlə olur. Budağın hissəsidir. Baş isə heç vaxt bağlayıcı ilə işlənmir. Oradan bilirəm ki, bağlayıcıdan sonrakı hissə budaq cümləsidir. Bağlayıcıya qədər olan yer həmişə baş cümlə olur. Ola bilər birinci gəlməsin, inversiya yaradıb yerini dəyişsinlər. Əsas odur ki, bağlayıcı olan hissə budaq cümlədir və budaq cümlədə gördüyünüz kimi gələcək zaman yazmamışam. Gələcək baş cümlədə olur, budaq cümlə indiki zaman olur. Keçmişlə keçmiş, indiki ilə indiki, gələcəklə isə indiki zaman uzlaşır. Və bəzən baş cümlədə keçmişə nəzərən gələcək də verilir. Keçmişə nəzərən gələcək zaman verilə bilər. Bu hansı zamandır? Would-la işlənən cümlələr. O zaman budaq cümləmiz keçmiş zamanda olmalıdır. Hətta keçmiş sadə zamanda olmalıdır. Bunu yadda saxlayırıq. Bu bizim uzlaşma qaydamız. Bunu bilməsəz heç bir test işləyə bilməyəcəksiniz. Zamanları bir də təkrar edirəm. Əgər verilən cümlə indikidirsə, o biri də indiki olsun, keçmişdirsə keçmiş olsun, gələcəkdirsə yenə indiki olsun, keçmişə nəzərən gələcəksə keçmiş sadə zaman olsun. Bu bizim bağlayıcılarımızın qaydası. Uzlaşmanın qaydası daha doğrusu. İndi keçək bağlayıcılara. Bağlayıcının qaydasını bilmək niyə lazımdır bizə? Nəyə görə vacibdir? Bağlayıcılar hansılardır? Gəlin onları tanıyaq. Bağlayıcı. Deməli, birinci bağlayıcımız yazaq when, daha sonra yazaq before, sonra yazaq while, sonra yazaq if, as soon as. Yəni bildiyimiz bütün zamanların təbii ki, indi yəqin oxumuş olarsınız. Azdan çoxdan yadınızda olar. Yəni bütün bağlayıcıda keçdiyimiz zaman zərfləri hamısı bura aiddir. When, while, if, as soon as, before, after, till, until və s. Yəni burada yazmadığım nə qədər bağlayıcı varsa, ümumiyyətlə bağlayıcı görəndə bir dənə qaydanı bilmək lazımdır. Bağlayıcıların heç birindən sonra gələcək zaman olmaz. Gələcək zaman işlənməz. Gələcək zaman hansıdır? Yəni will, shall, daha sonra o keçmişə nəzərən gələcək would. Bax, bunun heç biri işlənə bilməz bağlayıcılardan sonra. Niyə? Çünki burada yazdıq ki, bağlayıcıdan sonra gələn hissə budaq cümlədir və budaq cümlə indiki zaman olur. Baş cümlə gələcək olanda. Gələcəklə gələcək uzlaşmır. Yadda saxlayın, bağlayıcıdan etibarən başlayan cümlədə gələcək zaman işlənə bilməz. Burada əlavə olaraq, baxın, əlavə olaraq yazıram. When-lə before-dan sonra heç vaxt bitmiş zamanda işlənməz. Bitmiş zaman. Bu bitmiş təkcə bu ikisinə aiddir, hamısına aid deyil. When-lə before-dan sonra heç vaxt bitmiş zamanda gəlməz. Bunu yadda saxlayın. Bu bizim bağlayıcı qaydamız. Burada bir dənə istisna bir şey var. Since bağlayıcısı uzlaşmanı pozur. İstisna yaradır, uzlaşmanı pozur. Niyə pozulur uzlaşma burada? Çünki since olan cümlələrdə özündən sonra keçmiş zaman gəlir. Keçmiş, sadə zaman. Özündən əvvəl indiki bitmiş gəlir. İndiki bitmiş. İndiki bitmiş hansıdır? Bitmiş zaman hansıdır? Have, has, had. Daha doğrusu have, has. Təkcə have, has. Have, has. Baxın, indiki bitmiş budur. Since-dən əvvəl həmişə indiki bitmiş zaman gəlir. Sonra keçmiş sadə zaman gəlir. Uzlaşma pozulur və uzlaşmanın pozulduğu yeganə bağlayıcı since bağlayıcısıdır. Daha sonra keçək. Üçüncü qaydamız zaman zərfləridir. Zaman zərfləri. Zaman zərfləri nədir? Hər zamanın öz zərfini əzbərdən bilmək lazımdır. Əgər siz hər zamanın öz zərfini əzbərdən bilmirsinizsə, o testləri işləyə bilməyəcəksiniz. Məsələn, yazıram birinci indiki sadə zamanı. İndiki sadə zaman. Hansıdır bunun zaman zərfləri? Gəlin yazaq. Deməli, often, tez-tez. Adət vərdiş halını almış hərəkətlər olduğuna görə. Usually, adətən. Sometimes, bəzən. Always, həmişə. Every ilə olan ifadələr. Every day, every week, every month. Baxın, bunlar indiki sadə zamanın zərfləridir. Cümlədə bunları görsəz, bilin ki, indiki sadə zaman olmalıdır. İndi gəlin yazaq. Keçmiş sadə zamanı. Keçmiş sadələr hansılardır? Xəttim pis ola bilər, ümid edirəm oxuya bilirsiniz. Keçmiş sadə zamanda dünəndən başlayır yesterday. Daha sonra gəlir last-la olan ifadələr. Last week, last month, last day, fərqi yoxdur. Yəni last-ın yanında hansısa söz işlənərsə. Ago, əvvəl deməkdir. Məsələn, 2 days ago, 2 gün əvvəl. In the past, keçmişdə. Və başqa keçmişə aid olan sözlər. Məsələn, in-lə olan illər. In 1987 və s. Və bunun hamısı keçmiş zamana aiddir. Görən kimi bilirsiniz ki, burada keçmiş zaman olmalıdır. Sonra gəlir gələcək zaman. Gələcək sadə zaman. Hansıdır gələcək zamanın zərfləri? Soon, tezliklə. Tomorrow, sabah. Next-lə olan ifadələr. Məsələn, next day, next month, next week və s. In a few days. Məsələn, in a few ilə olan ifadələr. In a few days, in a few minutes, bir neçə dəqiqəyə, bir neçə günə və s. Və bunlar gələcək sadə zamandır. In the future, məsələn. In future, gələcəkdə və s. Bax, bunlar gələcək zaman olur. İndi gəlin keçək davam edici zamanlara. Davam edici. İndiki davam edici yazaq buna. İndiki davam edici olsun. İndiki davam edici zamanın zərfləri nələrdir?
Məsələn, hal-hazırda bu dəqiqə davam elədiyinə görə now, indi, at present, hal-hazırda, yəni indi bu dəqiqə, at the moment, momentində, anında, daha sonra nowadays, bu günlərdə 4 dənə zərfi var cəmi, indiki davam edici zamanın. Ona görə də bu zaman zərflərini əzbər bilirsiniz və testə düşən kimi artıq təyin edirsiniz ki, burada nə olmalıdır. Keçək keçmiş davam edici zamana. Keçmiş davam edici. Davam edici zamanın keçmişi necə ola bilər? Deməli, necə olur bu? When, while bağlayıcıları ilə işlənməlidir mütləq. Falan şey belə olarkən, falan şey belə olmuşdu. When, while bağlayıcıları mütləq işlənməlidir keçmiş davam edicidə. Və keçmişə aid dəqiq saatlar. Dəqiq saatlar yazıram. Dünən deyirəm, saat 2-dən 5-ə qədər dərsdə olmuşam. Yəni 2-dən 5-ə qədər hərəkətimin davam elədiyini göstərir. Dəqiq saatlar olan keçmiş zaman göstəricilər olmalıdır. Məsələn, at the same time. Dünən bu vaxtı. At the same time. Yesterday. Dünən bu vaxtı. Və yaxud da at 2 o'clock yesterday. Dünən saat 2-də. At that time last week. Keçən həftə bu vaxt. Keçən ilin bu günü və s. Keçmişə aid dəqiq zaman zərfləri olsun. When, while bağlayıcısı da mütləq işlənsin. Bax, bu da oldu keçmiş davam edici zaman. İndi gələk bitmiş zamanları yazmağa və bununla da artıq zamanları bitiririk. Bilirəm, sıxılırsınız, amma məcburuq, çünki saxlamışıq hər şeyi son günə. İndi ən azından təkrarlarımızı normal etməliyik. Bitmiş zamanlar. Bitmiş zamanın zaman zərflərini yazıram, bir-bir diqqətli olun. Ən çox imtahana düşən bitmiş zamandır. Already artıq deməkdir. Just indicə. Since dandan bəri. Ever heç. Heç məsələn deyirəm, heç Londonda olmusanmı? Never heç vaxt. O da deyir, heç vaxt olmamışam. Already, since, just, ever, never. Before, after. Düzdür, bunlar zaman zərfi deyil, bağlayıcıdır, amma yenə də bilin ki, bunlar da göstəricisidir. Bitmiş zamanın əsas göstəriciləridir. Before, after. Today, bugün. Bugün ərzində olanlar bilirsiniz, indiki bitmiş zamanda olur. This-lə olan ifadələr, məsələn, bu həftə, this week, this month, this year və s. Bax, bunların hamısı indiki bitmiş zamandır. Yet, inkarda işlənir ancaq, bunu yadda saxlayın. Yet, indiki bitmiş inkar cümlələrin sonunda işlənir. Still, məsələn, hələ də. Bu da indiki bitmiş zamandır. Yəni bunları əzbərdən bilin ki, bitmiş zamanın göstəriciləri bunlardır. Bu indiki bitmişə aiddir. Buradan yazıram indiki bitmişə. Amma və lakin indiki bitmiş zamanın bütün zaman zərfləri həm də keçmiş bitmişin zaman zərfləridir. Bəs niyə ikisini bir yerdə yazmadım? Ona görə ki, keçmiş bitmiş. Keçmiş bitmişin zaman zərfləri də həmçinin sadəcə bir fərqli məqam var ki, bunun yanında gərək keçmişə aid nəsə işlənsin. İndiki bitmiş zamanın zərflərinin hamısını keçmiş bitmişə o vaxt aid eləyirik ki, onun yanında keçmişə aid bir söz olsun. Əgər yanında heç bir söz olmasa keçmişə aid, onda avtomatik indiki bitmiş olacaq. Və bunu yadda saxlayın. Və keçmiş bitmişin əsas göstəricisi by sözünüdür. By'ın tərcüməsi qədər deməkdir. Falan hadisəyə qədər, keçmişdə olan falan hadisəyə qədər başqa bir hadisənin olub bitməsi. Bax, bu olur keçmiş bitmiş zaman. Burada da qədər sözündən istifadə edirik, by sözünündən. Bunu yaddan çıxarmayın. By görən kimi bilirsiniz ki, cümlədə də keçmişə aid bir şey varsa, orada ancaq keçmiş bitmiş zaman işlənməlidir. Yəni hədbin, həzbin işlənməlidir. Bunu yadda saxlayın. Bir də ümumi buradan qısa sizin üçün bir dənə qeyd edeyim. Bitmiş zamanlar hansılardır? Bitmiş zamanlar nə ilə düzəlir? Deməli, bitmişlər düzəlir have, has, had və üstə gələk participle to. Participle to nə deməkdir? Feilin bitmiş forması. Davam edicilər düzəlir, davam edici. Bütün hamısı. To be-nin formaları və feillərin sonunda verb plus ing şəkilçisi. Məsələn, I am, məsələn, coming. Bax, bu şəkildə. Feilin sonuna ing və to be-nin forması. Bu davam edicilərdir. Sadələrdə isə heç bir göstərici yoxdur. Sadələri ancaq, yəni indiki sadədən danışıram. İndiki sadə, qoyun da ayrıca yazaq, indiki sadə. Sadəcə feilin məstər forması. Go, getmək, nə bilim, come, gəlmək, eləcə adi olduğu kimi yazılır. Gələcək zamanın göstəricisi willdir. Will-lə düzəlir. Artıq şəli istifadə eləmirik. Keçmiş zamanın göstəricisi, keçmiş sadənin göstəricisi ya feillərin sonunda id şəkilçisi olsun. Məsələn, open olur opened. Ya da kökündən dəyişsin. Məsələn, go olur went. Qaydasız feilləri də müəyyən qədər bilmək lazımdır. Bir də qaldı burada keçmişə nəzərən gələcək. Keçmişə nəzərən gələcək. Bu da bir dənə would-la düzəlir. Vəssalam. Bu da oldu bizim zamanlar mövzumuz. Ümid edirəm ki, buradan hər şey aydın oldu. Maksimum qısaltmağa çalışdım. Maksimum dərəcədə hər detala toxunmağa çalışdım ki, orada artıq deməyəsiniz ki, bizim bundan bağlı heç bir xəbərimiz yox idi, imtahana düşmüşdü. Belə, bu da oldu zamanlar mövzusu. İndi keçək növbəti mövzumuza. Növbəti mövzumuz olacaq. Zamanlardan sonra nə gəlirdi? Bir dənə sıralamamıza gəlin qaydaq. Görək hansı mövzunu yazmışdıq. Zamanlardan sonra gələn qrammatik mövzumuz nə idi? Negativlər, bəli, inkar cümlələr. İnkar cümlələri demək olar ki, inkar bağlayıcılarda öyrəndik. Bir-iki dənə əlavəsi var, indi onları qeyd edəcəm. Daha sonra sual cümlələri gəlir və salam. O bağlayıcı cümlə tamamlama hissələri də artıq asan bir şeydir. Ümumiləşmiş bir qısa qeydlər də orada yazacağıq.
Davam edirik inkar cümlələrlə. Bəli, inkar cümlələrdən imtahana nə düşə bilər? Bizim bilməli olduğumuz inkarlar nələrdir? Əksər hissəsini artıq az öncə əvəzlik bölməsində öyrəndik. İnkarlarda məsələn no, none, neither və s. not hissəciyi bunlar haqqında məlumatımız var. Ancaq inkar cümlələrdə biz nəyi bilməliyik? Bu bağlayıcılar mütləq inkar cümlə düşsə imtahana düşəcək. Deməli, bağlayıcı şəklində nedən nor bağlayıcısı, daha sonra ne və or bağlayıcısı sistemli yazmağa çalışıram ki, sizə də problem olmasın və no or bağlayıcısı. Burada bizim bilməli olduğumuz bircə dənə məqam var. Bircə dənə məqam hər ildə imtahana negativ cümlə düşəndə daha doğrusu bu hissəni vurğulayırlar. No ordan sonra heç vaxt en artiklı gəlmir. Baxın, bunu yadda saxlayın. No'dan sonra artikl olmur. Onsuz da biz az öncə əvəzliklər bölməsini təkrar eləyəndə də dedik ki, no'dan sonra artikl gəlmir. No or bağlayıcısında da belə bir bağlayıcı verilir və bağlayıcının bu tərəfi də boş olur. İsim gəlir hər iki tərəfdə. No'dan da sonra, oradan da sonra. Və o ismin qabağında heç vaxt en artiklı işlənməz. Amma digər bağlayıcılarımız nedən or heç vaxt artiklsız işlənmir. Yəni sayılan isim təbii ki. Varsa orada həmişə mütləq şəkildə en artiklı olmalıdır. Bir dənə artikl olmayan no or bağlayıcısıdır. Bunu yadda saxlayın. Bu bizim inkar cümlə üçün birinci qaydamız. İkinci qaydamız odur ki, bir cümlədə iki dənə inkar olmaz. Bir cümlədə iki inkar heç vaxt işlənə bilməz. Niyə? Çünki cümlədə ikinci inkarlıq artıq onu əks eləmiş olur da, təkzib eləmiş olur. Bir cümləyə ikidən artıq inkar qoymayın, bəs eləyir. Sonra məsələn inkarda işlənməyən şeylər nələrdir? Onları qeyd edeyim. And bağlayıcısıdır. Sonra boss, bayaq öyrəndiyimiz boss əvəzliyidir və yaxud da olsun elə boss and bağlayıcısının özü. Daha sonra, yəni elə şeylər var ki, also, məsələn, to, bu sözlər, sonra so. Baxın, bunların heç biri inkarda olmaz. İnkar cümlədə işlənməz, yəni bunları yadda saxlayın. Bunlar inkar cümlədə işlənmir. Buradan da yazıram, inkarda olmaz. İnkarda nələr işlənə bilər? Neyzə işlənə bilər, no işlənə bilər. Yuxarıda yazdığım bax bu bağlayıcılar və salam. İnkarda işlənənlər bunlardır. Bir də inkar cümlə ilə əlaqəli bir dənə mövzu var. So do I qaydasıdır. Bir də neither do I qaydası. Bu nə deməkdir? Cümlələrə qısa və inkar kiçik cavablar veririk, qısa cavablar veririk. Deyirəm ki, mən kitab oxumağı sevirəm. Siz də deyirsiniz ki, mən də sevirəm. Yəni mən də. Ona qısa cavab deyirəm, mən də. Deyirəm mən bu gün işə getmirəm. Deyirsən mən də yox. Yəni mən də hə, mən də yox, mən də bəli, mən də xeyr qısa cavablarını vermək üçün bunlardan istifadə edirik. Bu inkar suallara, inkar cümlələrə cavab vermək üçündür. Bu yuxarıda yazdığım so isə təsdiqlərə cavab vermək üçündür. Yadda saxlayın. Deməli, təsdiq sözləri indi buradan sizin üçün yazıram. So, to və also. Bunlar təsdiq cümlələrdə işlənir. Təsdiq. Amma indi bunların hansının əvvəldə, hansının ortada işləndiyini gəlin yazaq. Əvvəldə işlənən so'dur, sonda işlənən to'dur, ortada işlənən also'dur. Təsdiq cümlədə. İnkar cümlədə isə iki dənəsi işlənir. Neither, bir də either. Baxın, bu ikisi də inkarda işlənir. İnkar. Və bunların biri neither cümlənin əvvəlində işlənir, either isə cümlənin sonunda işlənir və inkar cümlələrdə işlənməlidir. Yəni inkarlıq bildirir. Və salam. Bu da qısa təsdiq, qısa inkar cavablar qaydası. Həmçinin inkar cümlənin testlərində bunlardan çoxlu suallar ola bilər. Yadda saxlayın bunu. Və burada bir dənə də istisna bir şey var. Unutmamış, onu da deyim. But olan cümlələr əksinə olur. Əgər bir cümlə varsa, inkar varsa bir cümlənin içində ona cavabı təsdiq verəcəyik. Təsdiq varsa inkar verəcəyik. But olanda əksi olur. Bunu da yadda saxlayın. Məsələn, deyirəm ki, I like coffee. Məsələn, mən kofe sevirəm. Deyirsən ki, təsdiq cavab vermək üçün. So do I. Mən də sevirəm. Amma but'la cavab versək belə olur. But I don't. Ancaq mən yox. Ancaq deyiriksə buna inkar cavab vermiş olduq. Baxın, bunu yadda saxlayın. Cümlədə hansı köməkçi feil, hansı modal feil istifadə olunursa, bu do does'ın yeri dəyişə bilər. Yəni həmin modal feillərə əsasən, həmin köməkçi feillərə əsasən bunların yerini biz dəyişə bilərik. Bunu yadda saxlayırıq. Bu da oldu bizim inkar cümlə qaydamız. İndi gəlin keçək sual cümlələri dərsinə. Sual cümləsi. Sual cümləsində biz nəyi bilməliyik cümləsi? Bilməliyik birinci sual cümləsinin strukturunu, quruluşu, düsturu nədir? Düstur odur ki, birinci cümlənin əvvəlində sual əvəzlikləri gəlir. Sual əvəzlikləri hansılardır? What, kim, nə, who, kim, whose, kimin, when, nə vaxt, why, niyə? Baxın, bu sual əvəzlikləri cümlənin əvvəlində gəlir. Özündən sonra gəlir ya köməkçi feillər. Do, does, did, məsələn, to be-nin formaları, have, has, ya da modal feillər. İndi baxırda cümlədə nə işlənsə, məcbur deyil. İkisindən biri olmalıdır amma. Ya deməli, köməkçi feil, ya modal feil. Sual əvəzliyindən sonra işlənir. Sonra gəlir cümlənin mübtədası, ondan sonra gəlir cümlənin xəbəri. Baxın, beləcə də sual cümləsi yaranır. Bu düsturu yaddan çıxarmayın. Sual əvəzliyi, köməkçi və ya modal, mübtədə xəbər. Bu ardıcıllıqla gəlməlidir. Testlərdə ən çox nəyi səhv edirlər? Köməkçi feilin yanına xəbəri gətirirlər, mübtədən axıra qoyurlar. Baxın, bu yanlışdır. Ya da köməkçi feili aparıb cümlənin axırına yazırlar. Struktur pozularsa, düstur pozularsa səhv sayılır. İndi gəlin sual əvəzliklərini öyrənək. Məsələn, which özündən sonra of gələn yeganə sual əvəzliyidir. Which of hansı deməkdir? Sonra məsələn, who və yaxud da what, kim, nə? Mübtədanın sualıdır. Biri kimdir, biri də nə deməkdir? Cümlənin əvvəlində olur sual əvəzliyi, yəni mübtədanın sualı olduqda. Why niyə deməkdir? Və why olan cümlədə heç vaxt cümlənin axırında for işlənə bilməz. Onun əvəzinə forun işləndiyi what olur həmişə. What cümlənin axırında forla işlənə bilir. Amma nə üçün demək olar, amma niyə üçün demək olmaz. Sonra
What kind of özündən sonra həmişə of gələn bir əvəzliyimiz də what kind of əvəzliyidir, sual əvəzliyi olaraq. Bu özündən sonra isim gəlməlidir. Sonra özündən sonra isim gələnlərdən biri də who'sdur. Kimin məsələn kitabıdır bu, kimin paltarı bahalıdır, kimin maşını qırmızıdır və s. Yəni özündən sonra isim gələnlərdən biri də who'sdur. When zaman zərfidir. Özündən sonra təbii ki, yenə köməkçi fe'l, mübtəda, xəbər və s. gəlir. When'dən sonra heç vaxt bitmiş zaman gəlməz. Bunu yadda saxlayın. Mən burada istisnaları yazıram. Yəni bilməli olduğunuz vacib şeyləri. Onsuz da when'in, who'sun, what'un tərcüməsini bilirsiniz. When'dən sonra bitmiş zaman gəlməz. Bunu yadda saxlayırıq. Sonra məsələn elə bitmişi demişkən burada bitmiş zaman işlənməyən digərləri də var. What time, how long ago. Baxın bu üçündən sonra how long ago. Heç vaxt bunu gəlin silim yenidən yazım. Heç vaxt bitmiş zaman işlənməz. When, what time və how long ago-dan sonra heç vaxt bitmiş zaman işlənməz. Bitmiş zaman hansı idi? Bayaq öyrəndik. Have, has və had köməkçi feilləri olan cümlələr. Heç vaxt işlənə bilməz bu 3 dənə sual əvəzliyindən sonra. Bəs bitmiş zamana sualı nə ilə veririk? Bitmişə sual verilir how long ilə, bir də since when ilə. Bunlardan sonra ancaq bitmiş gəlməlidir. Yuxarıda yazdıqlarımdan sonra bitmiş zaman gələ bilməz. Yadda saxlayın. Görürsünüz, burada how long yazmışam. Burada how long ago. Diqqətli olun, qarışdırmayın. Elə bir ki, bu artan sırayla davam edir. 1, 2, 3, 1 söz, 2 söz, 3 söz. Amma burada ikisi də 2 sözdən ibarətdir. Bitmiş zaman gələ bilir. Amma bunlardan sonra bitmiş zaman gəlmir. Sual cümlələrindən əsas deməli bunları bilmək lazımdır. İmtahana düşən şeylər bunlardır. Özündən sonra isim gələn, of gələn, bağlayıcı ilə hansı işlənir, söz önündən hansı işlənir və düsturu nədir? Bunları bildik, kifayət eləyir. Burada bir dənə də bir şey qeyd eləmək lazımdır. Əgər cümlənin sonunda söz önü varsa, əvvəldə yahudur ya da what'dur. Cümlənin bax gəlir ən sonunda söz önü varsa. Söz önlər hansılardır? By, from, who, məsələn, for, about, in, on, at. Bax bu söz önləri cümlənin axırında gəlirsə, axırında əvvəldə who ilə what işlənməlidir. Əgər söz önü cümlənin əvvəlində gəlirsə, əvvəlində, onda elə yanında da whom işlənməlidir. Baxın bu da doğrudur, bu da doğrudur. Hərəsinin öz yeri var. Söz önü əvvəldə olanda whom olur, söz önü axırda olanda who və what işlənməlidir. Bu da oldu bizim deməli sual cümləsi qaydamız. Vəssalam, bununla da sual cümləsi mövzusunu yekunlaşdırdıq. İndi gəlin keçək deməli passive voice-ə, məhsul növə. Məhsul növdə nələr işlənə bilər, nələr necə olmalıdır? Ümumiyyətlə passive voice-i necə düzəldirik? Məhsulda cümlə necə olmalıdır? Məhsulun düsturu to be və feillərin bitmiş formasıdır. Feillərin bitmiş formasına participle to deyirlər. Məsələn, deyirəm ki, məktub yazıldı kiməsə, tutaq ki, letter. Burada indi article olacaq. A letter. To be-nin zaman forması. Məsələn, keçmişdə yazılıb. Was yazıldı. Yazmağın keçmiş zamanı write, wrote olur. Amma bitmiş forması written olur. Bu written, bu participle to budur. To be-nin forması da bunlardır. Bu artıq məhsulda olan bir cümlə sayılır. Ona görə deyirik ki, məhsulun düsturu to be-nin formaları am, is, was, were, shall, will və feillərin bitmiş forması. Hansı ki, qaydasız feillər cədvəlində 3-cü formada yazılır. Bitmiş forması. Bax, bunlarla biz məhsul növ düzəldirik. Məhsul növü düzəltmək asandır. Məsələn, deyirəm ki, mən kitab aldım. I buy a book. Tutaq ki, mən kitab almışam. İndi deyəcəm kitab alınıb. Məhsula çevirəndə cümlənin mübtədasını yox eləyəcəyik. Tamamlığı gətirib cümlənin əvvəlinə qoyuruq. Axı alınan şey kitabdır. Deyirəm kitab alındı. Zamana baxıram. Buy hansı zamandadır? İndiki zamanda. Onda is yazıram. To be-nin indiki zaman forması. Və buy-ın bitmiş forması yazılır. Bought. Burada olur cümlə kitab alındı. Bəzən buy sözünü qoyub cümlənin mübtədasını geri qaytarmaq olar. Deyirəm mənim tərəfimdən alındı, amma həmişə yazmağa məcbur deyilik. Yazmasaq da olar. Əsas odur ki, məhsulu düzgün düzəldək. Yəni bilək ki, məhsul növə necə keçirilir cümlə. Sonra keçirik nəyə? Bizdən imtahanda məhsul növü düşsə nə sual verə bilər? Soruşa bilər ki, hansılar məhsuldadır? Məhsulu seçin. Məhsul olan cümlələri seçin. Necə seçirik? Əgər cümlənin sonunda sifət varsa, o məhsul deyil. İsimsiz yəli əvəzlikləri varsa, isimsiz əvəzliklər varsa, əvəzlik o məhsulda deyil. Və buradan yazıram, məhsul deyil bunlar. Niyə? İndi onları göstərəcəm sizə. Məhsul deyil. Əgər verilən cümlənin sonunda sifət, bir də isimsiz əvəzliklər hansılardır? Məsələn, mine, mənimki. Hers, onunki, nə bilim, yours, səninki. Sonra s olan bax bu əvəzliklər varsa cümlənin sonunda, bunları tamamlayın, öyrənin hamısını bilmirsinizsə. İsimsiz əvəzliklər varsa, sifət varsa, o cümlə məhsulda deyil. Sonra, əgər cümlə there is, there ilə başlayırsa, there is və yaxud da there ilə başlayırsa, ola bilər sual versiyası olsun, fərqi yoxdur. Məsələn, are deyə olsun, is deyə olsun və yaxud da bunların keçmiş zamanı was deyə, were deyə və yaxud da nəqli söz sırasında deyə were. Baxın, bunların hamısı ilə başlayan cümlələr, yazıram, başlayan cümlələr məhsul deyil. Başlayan cümlələr məhsulda ola bilməz, məhsul olmur. Bunu yadda saxlayın. Məhsul axtaranda birinci buna fikir vermək lazımdır. Sonra, bəs desək ki, hansılar məhsula çevrilə bilər, hansılar çevrilə bilməz? Burada nəyi bilməliyik?
Məhsula çevrilən cümlələri bilmək üçün cümlənin birinci tamamlığını axtarmaq lazımdır. Təbii ki, bayaq cümlənin mübtədasını sildik, onun tamamlığını gətirdik, əvvələ qoyduq məhsula çevirəndə, bayaqki cümlə yadınızdadırsa. İndi bir cümlənin tamamlığı yoxdursa, onun məhsulu da yoxdur deməli. Ona fikir verin. Cümlədə təsirsiz feillər varsa, onlar məhsula çevrilmir. O təsirsiz feilləri öyrənə bilərsiniz. Məsələn, nəyi sualına cavab verməyən hər şey təsirsizdir. Tutaq ki, gəlmək, nə etmək təsirsiz feildir. Deyirəm, mən gəldim. Bunun özündən sonra tamamlıq gəlmir, siz bunu məhsula çevirəsiniz. Və yaxud da deyirəm, almaq. Aldım, nəyi? Bu nəyi sualına cavab verir? Özündən sonra tamamlıq gəlir, bunu çevirə bilərəm. Amma nə etmək sualına cavab verəm? Bütün feillər təsirsiz feillərdir. Məsələn, gəlmək, getmək, məsələn, sonra nə yazmaq olar? Tutaq ki, appear, peyda olmaq, nə etmək? Sonra happen, baş vermək. Və bu feillər təsirsiz feillərdir deyə bunları məhsul növə çevirmək olmaz. Bunlara siyasi çoxdur təbii ki, yəni bütün ingilisindəki feilləri yaza bilmərik. Siz sadəcə əzbərləməlisiniz ki, əzbərləməyin, daha doğrusu sual verərək tapa bilərsiniz ki, hansı sual, hansı feil nəyi sualına cavab verir, hansı vermir. Nəyi sualına cavab verənləri məhsula çevirmək olur, amma hansılar ki, nəyi sualına cavab vermir, nə etdi sualına cavab verir, onları məhsula çevirmək olmaz. Bu da belə. Sonra gəlir digər məhsul növdən sonra digər qaydamız nə idi? Yəni bir dənə də başa qaydaq, unutdum sıranı. Ümid edirəm yorulmamısınız. Fasilələrlə qeydlərinizi götürə bilərsiniz. Nəzərə alın ki, mən bu videonu həqiqətən fasiləsiz çəkirəm. Belə, indi keçək bağlayıcılara. Bağlayıcıları öyrənək və sonra da cümlə tamamlamanı, bununla da artıq qrammatika mövzularımız bitir. İmtahana düşə biləcək bütün mövzuların hamısını artıq keçmiş olduq. Nəzərə alın ki, bunun hər biri bir mövzudur, bir dərsdir. Biz bunun hər birini ayrı-ayrı keçməliyik, testlərini işləməliyik. Mən burada maksimum qısaldıb sizə imtahana düşən yerləri qeyd elətdirirəm. Ona görə heç bir şeyi arada buraxmayın, heç bir şeyi yəni göz ardı eləməyin. Hər bir qeyd elədiyim yerə siz də diqqətlə qulaq asın, diqqətlə siz də qeyd eləyin, çünki bunlar sırf mövzunun imtahana düşən hissələridir. İndi gəlir bağlayıcılar. Bağlayıcılar əslində sadə bir mövzudur və oxumağa ehtiyac olan bir şey deyil. Məsələn, and bağlayıcısı heç vaxt inkarda işləmir, həmişə təsdiqdə işlənir. Bunu bilmək lazımdır. İki cümləni bir-birinə bağlayır. Məsələn, but bağlayıcısı həmişə təzad yaradır. Yəni bir tərəf təsdiq olanda o bir tərəf inkar olmalıdır. Və yaxud o biri tərəfdə yəni elə bir söz varsa, nəsə təsdiq bildirən, bu tərəfdə onun neqativ olmasa da, yəni inkar olmasa da məna cəhətdən antonimi olan bir şey olmalıdır. Təzad yaradır həmişə. Bunu yadda saxlayın. Sonra məsələn, bağlayıcılardan both and bağlayıcısı həmişə təsdiqdə işlənir ancaq və həmişə xəbəri də cəm olur, ismi də cəm olur. Buradan da cəm yazıram, yadda saxlayın bunu. Sonra məsələn, a də or bağlayıcısı var. A də or və yaxud da neydən or. Neydən oru bayaq keçdik inkar cümlələrdə. Bunlarda əsas nəyə fikir verin? Bax, bunun oradan sonra gələn isim var. Ha, bax, bu ikinci isim. İkinci isimlər. Və bu ikinci isim təyin edir ki, onun mübtədası xəbəri tək olacaq, yoxsa cəm. Artıq danışa bilmirəm. Tək olanda xəbəri də tək olur. Tək isim və yaxud da cəm. Cəm olanda ismi də, xəbəri də cəm olur. Yəni bir-birindən uzlaşmalıdır. Neydi? Either, or bağlayıcısı, nor bağlayıcısı. Bunu yadda saxlayın. Sadəcə bu inkarı bildirir, bu isə təsdiqi bildirir. Daha sonra bağlayıcılarımızdan however bağlayıcısı var, amma lakin tərcüməsi verir, yəni cümlənin əvvəlində gəlir. Sonra məsələn bağlayıcılardan bilməli olduğumuz vacib məqamlar nələrdir? Bu dəqiqə xatırlamağa çalışıram. Bağlayıcılar çoxdur deyə. Yəni biz onların hamısını ancaq tərcümə ilə tapırıq. Demək olar son 2 ildə düşməyib, amma proqramda adı var deyə qısa qeydlər kimi belə, yəni əsas yerləri deyirəm mən sizə, onları yazın. Məsələn, V-də or bağlayıcısı var. V-də or bağlayıcısı m-mi tərcüməsi verir. Bu da m-mi tərcüməsi verir. Yoxsa, belə, elə inkar cümlələrdə işlənir daha çox. Buradan da yazıram inkar cümlələr. Bunu yadda saxlayın. Daha sonra bağlayıcılarımızdan nələr var? Məsələn, so bağlayıcısı beləliklə deməkdir tərcüməsi. Beləliklə. Cümlənin əvvəlində gəlir, nəticə bildirir. Məsələn, because bağlayıcısı çünki deməkdir. Çünki cümlənin əvvəlində işlənir. Bir dənə də bunun sinonimi var. Because of bağlayıcısı. O da özündən sonra of-la yazılır. Bunların fərqi nədir? Because of-dan sonra söz birləşməsi gəlməlidir. Söz və yaxud da söz birləşməsi. Amma because-dan sonra həmişə cümlə gəlməlidir. Bunu yadda saxlayırıq bir dənə. Fərqi budur. Biri var deyirəm ki, çünki yağış yağırdı. Məsələn, dərsə getmədim çünki yağış yağırdı. It was raining. Biri də var deyirəm ki, yağışa görə getmədim. Yəni orada söz birləşməsi gəlir. Because of rain. Orada bir dənə söz gəlir. Bax, fərqi budur. Sonra bağlayıcılardan yenə belə oflu olanlardan məsələn, also və zo bağlayıcıları var. Bunlar da həmçinin özünə görə, yerinə görə daha doğrusu söz və söz birləşməsinə görə fərqlənir. Məsələn, also və zo bağlayıcısı. İkisindən də sonra cümlə gəlir. Heç bir fərqi yoxdur. Tərcüməsi baxmayaraq deməkdir. Buradan yazıram. Baxmayaraq. Qeyd eləyin. Və bunların bir sinonimi in spite of və despite bağlayıcısı var. Despite bağlayıcısı. Despite-də of yoxdur, ha, diqqətli olun. In spite of da, amma despite-də. Bunlardan sonra isə söz birləşməsi gəlir. Söz və yaxud da söz birləşməsi. Bunların tərcüməsi də yenə baxmayaraq deməkdir. Sadəcə fərqi bir dənə budur cümlənin işlənmə yerinə görə. Və salam, bu da oldu bizim bağlayıcılarımız. Bağlayıcılardan da hər şeyi öyrəndik. Yenə videonu dayandırıb özünüz üçün təkrarlaya bilərsiniz. Qeydlərinizi götürə bilərsiniz. Buradan yazın bağlayıcılar, artıq digər mövzuya keçmişik. Bağlayıcı. Və salam, bu da oldu bizim digər mövzumuz. Və gəldik qrammatikanın sonuncu mövzusuna. Sonuncu mövzumuz olur cümlə tamamlama. Cümlə tamamlama, complete sentence. Bu düşə bilər. Complete sentence. Elə beləcə də düşür şərtinə də yazılır ki, cümləni tamamlayın. Bu cümlə tamamlama qaydasında biz 5 dənə vacib məqam var ki, 5 dənə qayda var, belə deyək, bunu bilməliyik. Bu qayda nədir? 1.
Ümumiyyətlə gəlin birinci sizə danışım cümlə tamamlama nə cür verilir testlərdə, sonra qaydalarını deyərəm. Deməli bir dənə cümlə verilir şərtdə. Testin şərtində vergül qoyulur, sonra başlayır variantları yazmağa. A, B, C, D və Y variantı, 5 variant olur. Bu cümlənin ardını tamamlamaq tələb olunur bizdən. Biz cümlənin ardını nəyə görə tamamlayırıq? Təbii ki, o cümlə burada olmalıydı da. Yəni variantda olan cümlə yanında olmalıdır. 2 dənə cümlə olmalıdır belə. Sadəcə birini verib, o birini biz tamamlayacağıq. Və bu cümlə bu variantlarda olan cümlələrdir. Bu iki cümləni bir-birinə bağlayıcı bağlayacaq. Bağlayıcıları da öyrəndik yuxarıda, hansı bağlayıcılardırsa. Bağlayıcılar tamamlayır bu iki cümləni bir-birinə. İndi ola bilər ki, bağlayıcı qarışıq bunu variantda da soruşa bilər. Ola bilər bağlayıcı ilə yuxarıda verilən cümlənin öz yanında olsun, aşağıda sadəcə cümlənin özünü versin. Yəni biz bağlayıcı ilə bir yerdə də qoya bilərik və ya cümlənin özünə də bağlayıcı verilə bilər. Əsas biz nəyə baxmalıyıq? İndi keçək həmin o qaydalara. 1. Söz sırasına. Cümlədə söz sırası nəqli olmalıdır. Söz sırası nəqli cümlə olmalıdır. Nəqli cümləni bilirsiniz də nə deməkdir? Yəni mübtədə xəbər ardıcıllığından olmalıdır. Köməkçi feil əvvələ keçə bilməz, xəbər əvvələ keçə bilməz, söz sırası pozula bilməz. Bunu yadda saxlayın. İkinci, zaman uzlaşması olmalıdır. Bunu bayaq zamanlarda öyrəndik. Zamanlar uzlaşmalıdır. Verdiyi cümlə keçmişdədirsə sən də keçmiş qoymalısan. İndikidədirsə indiki qoymalısan. Da hərəsini bir zamanda yazmaq olmaz. Üçüncü cümlə, əgər bağlayıcımız when bağlayıcısı olarsa, özündən sonra gələn cümlə bitmiş zamanda ola bilməz. Yəni when'dən sonra have, has və had olan cümlələr işlənə bilməz. Bunu yadda saxlayın. When'dən sonra bitmiş zaman gəlmir. Yəni have, has işlənmir. D variantı, əgər bağlayıcımız why olarsa, o zaman sonda heç vaxt for işlənə bilməz. Bax, bunu da yadda saxlayın. Why ilə olan cümlələrin, yəni bu bağlayıcı why'dırsa, onun cümlənin sonunda for işlənə bilməz. Bir də, əgər verilən cümlə deməli, bax, bu feillərlə bitirsə, ask feilidir, sonra want da feilidir, sonra want to know feilidir, want to know. Bax, bu 3 dənə feil, başqası yoxdur. Əgər bu feillərdirsə, onda zət gələ bilməz özündən sonra. Yəni, nə deməkdir bu? Bir də açıqlayıram. Verilən cümlədə, bax, bu baş cümlədə feil ask olarsa, want to know olarsa, variantlardakı sözlər, variantlardakı cümlələr heç vaxt zətlə başlaya bilməz. Bu 5 dənə qaydanı bildinizsə, demək ki, artıq cümlə tamamlama qaydasını bilirsiniz. 1. Söz sırası nəqli olsun, yəni swapped qaydası uyğun olsun. Mübtədə gəlsin, xəbər gəlsin, tamamlıq bu sırada. Zamanlar uzlaşsın, when'dən sonra bitmiş zaman işlənməsin, why ilə for olmasın və ask, want to know feillərindən sonra zət bağlayıcısı gəlməsin. Bu da oldu bizim cümlə tamamlama qaydamız. Burada bizim başqa bilməli olduğumuz heç nə qalmadı. Demək olar, bütün qaydaları öyrəndik. Bağlayıcılar, bir dənə də sıraya baxaq yenə, görə arada nəsə qalar birdən. Cümlə tamamlama keçdik, bağlayıcı keçdik, məhsul keçdik, sual keçdik, inkar keçdik, zaman keçdik, modal keçdik, kəmiyyət bildirən keçdik, əvəzlik keçdik. Əla, bütün imtahana düşə biləcək qrammatikadan 8 mövzunun hamısını öyrənmişik. Bundan əlavə imtahana heç bir şey düşə bilməz. Tam əminliklə deyirəm, heç bir şey düşə bilməz. Yəni bunları təkrarləsəz, burada bir dənə söz önü var. Baxın, bir dənə söz önü düşə bilər, amma söz önü qrammatika deyil, leksikadır. Bunu yadda saxlayın. Söz önləri öyrənmək üçün Telegrama PDF göndərəcəm. İmtahana düşən hissələr hansılardır? In, on, at, for, about, ən məşhur olanlar. Bunların hərəsinə aid 10-15 dənə deməli söz önləri ifadələr var. O ifadələri əzbərləyirsiniz. Bu qədər. Yəni bundan artıq imtahana heç nə düşə bilməz. İndi videomuz hədsiz uzun olduğuna görə mən bu videonu burada dayandırmaq məcburiyyətindəyəm. Çünki sonra yükləmədə problem olur. Mən videonu burada dayandırıram. Siz bu izahlara baxın. Başda qeyd eləmişdim ki, reading, listening və bir dənə də qrammatika ümumi qarışıq sınağı sizə əyani şəkildə göstərəcəm test üzərindən. Təəssüf ki, vaxt çox uzun olduğuna görə indi göstərə bilmirəm. Amma bunu bundan sonraki növbəti videoda göstərəcəm sizə. Növbəti bir video çəkirəm indi hal-hazırda. Bunun ardından və o videoda testləri canlı bu öyrəndiklərimizi tətbiq etmək istəyirsinizsə, mütləq şəkildə o videonu da izləyin. Və sizə əvvəldə söz verdiyim kimi, gəlin statistikaya baxaq. Deməli, qeyd eləmişdim ki, təkrarda burada bayaq qeyd elədik ki, listeningin işləmə qaydalarından danışdıq, readingdən danışdıq. Dedim ki, qrammatikadan hansı mövzular düşə bilər? Gəlin onun statistikasını çıxardaq. Deməli, indi mən əlimdə qəbullar var. Buradan sizə göstərə bilmirəm. Mən qəbullara baxıram. Qəbullardan bu il imtahana düşüb modal feillər və sual cümləsindən bir yerdə. Çox güman ki, bu imtahanda modal feil və sual cümləsi olmayacaq. Amma bundan əvvəlki keçən il inkar cümlə olmuşdu, amma ondan əvvəlkində inkar cümlə olmamışdı. İnkar cümlələr bir qəbuldan bir düşür də. Yəni orta hesabla son 5 ilin qəbuluna baxsaq bu belə davam edib. Ola bilər ki, təbii ki 100% demirəm, hər şey ola bilər, amma imtahanda növbəti mövzumuz qrammatikada negativ sentens olması gözlənilir. Zaman onsuz da həmişə var. Zaman sualı olmadığı bircə dənə qəbulda olub indiyə kimi ki, zaman mövzusu düşməsin. Bir sualınız zamanlar olacaq, bir sualınız inkar cümlə olması gözlənilir. Modal feillərlə deməli sual cümlələri bu il düşdüyünə görə bu iki mövzu yəqin ki olmayacaq. Modal feil və getdi. Bağlayıcı ola bilər, bu imtahan bağlayıcı düşsün, cümlə tamamlama düşsün. Əvəzlik onsuz da həmişə var. Əvəzlikdir, zamandır. Bunlar həmişə olan şeylərdir. Biri negativ ola bilər bu il. Interrogativ modal keçən imtahan düşmüşdü deyə bu imtahan ehtimal azdır. 5 sual olduğunu nəzərə alaq. Onun ikisi onsuz da leksikaya aid olur. Elə bu 3 sualımız əvəzlik, deməli sual zaman cümlələri, əvəzliklər və bir də dediyim kimi negativlər gözlənilir. Bağlayıcı, passiv və cümlə tamamlama çox imtahana düşən mövzular deyil. Ona görə ehtimal azdır. Modalla interrogativdə keçən imtahan
imtahana düşən mövzulardır. Əvəzliyin içində tərkibində Current Affairs bölməsi və yaxud da mübtəda xəbər uzlaşması ola bilər. O da onsuz da əvəzlikləri bilən adam mübtəda xəbər uzlaşmasını da bilir. Tək isimdən tək uzlaşır, cəm isimdən cəm uzlaşır. Burada əlavə yəni bir şey yoxdur. Söz önləri və bir sualınız qrammatikadan make-up dialoqdur. Həmişə dialoqu tamamla, dialoqun ardıcıllığını qurmaq düşür. Onu yadda saxlayın və biri də lüğətlə bağlı olur. Lüğət bazamızda bizim imtahana düşən 500 qəbul lüğətimiz var. Telegramda dəfələrlə paylaşmışam. Həmin o 500 qəbula düşən lüğətlər listində öyrənin həm readinglər üçün, həm də qrammatikanın içindəki o bir dənə suala görə. Bir sualımızda bizdən sinonim və ya definition soruşa bilər. Hələ ki bu qədər. Yəni əlavə bir şey yoxdur. Məncə hər şeyi artıqlamasından qeyd elədik. Elə bir şey yoxdur ki, yəni yadımızdan çıxsın və yaxud da onu deməyək. Hər şeyi artıqlamasından qeyd eləmişik. Bundan sonra sizə qalır bu mövzuları qəşəng öyrənib təkrar eləmək, test nümunələrinə baxmaq, əvvəlkilərin qəbullarını, ən azından son 3 ilin qəbul testlərini təkrar işləmək və lüğətləri təkrar eləmək, söz önləri təkrar eləmək. Əgər bu 5 gün ərzində bunları eləsəz, əmin olun ki, davamlı şəkildə eləsəz ən azından limiti keçəcəksiniz. Hazırlaşan tələbələr isə bu video ilə, bu təkrarla 15+ yazacaqlar. 100% buna əminliklə deyə bilərəm. Belə, ümid edirəm sizin üçün faydalı oldu. Ümid edirəm hər şey aydın oldu. Başa düşmədiyiniz nə olur olsun, rəylərə yazın, maksimum cavablandırmağa çalışacağam. Məndən bu qədər hələ ki. Bu videodan sonra növbəti videomuzda bu danışdıqlarımın hamısını test üzərində göstərəcəm. Əyani şəkildə həm readingi, həm listeningi, həm də qaydaların hamısına aid testlər. İzləmədə qalın. Rəylərdə fikirlərinizi yazarsınız. Hər birinizi uğurlar. İnanıram ki, hər biriniz üçün faydalı olacaq və yüksək nəticələrlə imtahandan sonra videonun rəylərində yenidən görüşəcəyik. Hər kəsə uğurlar.